22-ci fəsil. Gecə soyuq oldu. O biri gün yağış yağdı. Aspidella Maggiore'dan qaydanda yağış lap bərk yağırdı və mən başdan ayağa kimi islanmışdım. Otağımın balkonuna yağış sel kimi tökülürdü. Külək suyu balkon qapısının şüşəsini vururdu. Mən paltarımı dəyişib konyak içdim. Ancaq konyakın dadı pis idi. Gecə özümü pis hiss etdim və ertəsi gün səhər yeməyindən sonra qustum. Məsələ aydındır. Hospital həkimi dedi. Miss gözlərinin ağına baxın. Miss heç baxdı. Baxa bilmək üçün mənə də güzgü verdilər. Gözümün ağı sarı idi. Bu sarılıq idi. Mən 2 həftə xəstə yatdım. Bunun üzündən bir yerdə keçirmək istədiyim məzuniyyətim baş tutmadı. Biz Lago Maggiore'dəki Palantsaya getmək istəyirdik. Payızda yarpaqlar saralmağa başlayanda oralar yaxşı olur. Gəzməyə gözəl yerlər var. Göldə alaballıq da tutmaq olar. Orası Strezadan yaxşı olardı. Çünki Palantsada adam azdır. Milandan Strezaya getmək çox münasibdir və orada həmişə tanışlar çox olur. Palantsa yaxınlığında çox gözəl kəndlər var və avarlı qayıqlar ilə balıqçı adalarına getmək mümkündür. Ən böyük adada restoran da var. Amma biz getməli olmadıq. Bir dəfə sarılıq xəstəliyindən yatdığım zaman Miss Van Campen otağa girib qarderobun qapılarını açdı və boş butulkaları gördü. Mən bir yığın boş butulkanı aparmaq üçün qapıçını elə indicə yola salmışdım. Yəqin ki, o butulkaları apararkən qapıçını görmüş və gəlmişdi, baxsın ki, yenə də var ya yox. Hamısından çox boş vermut butulkası, marsala butulkası, kapri butulkası, boş Chianti mətərəsi və bir neçə konyak butulkası var idi. Qapıçı ən iri vermut butulkalarını və üzü həsirdən toxunmuş Chianti mətərlərini aparmışdı. Konyak butulkalarını isə sonraya qoymuşdu. Miss Van Campen'in tapdığı konyak butulkaları idi. Biri isə ayı formalı Kuyummer butulkası idi. Ayı butulka Miss Van Campen'i lap qəzəbləndirdi. O butulkanı əlinə götürdü. Ayı dal pəncələri üstündə oturmuş, qabaq pəncələrini yuxarı qaldırmışdı. Onun şüşə başında probka var idi. Butulkanın dibində isə bir neçə xırda kristal yapışmışdı. Mən güldüm. Bunda Kuyummer olub, dedim. Ən yaxşı Kuyummeri belə ayı butulkalarda satırlar. Onu Rusiyadan gətirirdilər. Əgər səhv etmirəmsə, bunların hamısı konyak butulkasıdır. Miss Van Campen soruşdu. Burada mən hamısını görmürəm, dedim. Amma görünür elədir. Bu neçə vaxtdır davam edir. Bunları özüm alıb buraya gətirmişəm, dedim. Mənim yanıma tez-tez İtalyan zabitləri gəlirdilər və onları qonaq etmək üçün həmişə konyak saxlayırdım. Bəs özünüz içmirdiniz? Özüm də içirdim. Konyak, o dedi. 11 boş konyak butulkası və bu ayı mayesi. Kuyummel. Bu saat bir adam göndərərəm, bunları yığışdırsın. Daha boş butulkamız yoxdur ki. Hələlik yoxdur. Siz sarılığa tutulanda mənim hələ sizə yazığım da gəlirdi. Sizə bəslənən mərhəmət, nahaq mərhəmətdir. Təşəkkür edirəm sizə. Cəbhəyə qayıtmaq istəmədiyinizi başa düşürəm. Amma alkoqol içib sarılıq doğurmaqdan başqa ayrı şey də icad edə bilərdiniz. Nə? Alkoqol nə dediyimi yaxşı eşitdiniz. Mən susurdum. Qorxuram ki, sarılığınız keçən kimi yenə bir şey fikirləşəsiniz. Cəbhəyə getməli olasınız. İnanmıram ki, qəsdən sarılıq doğurandan sonra səhhətinizin yaxşılaşması üçün sizə məzuniyyət versinlər. İnanmırsınız? İnanmıram. Miss Van Campen, siz heç sarılıq keçirmisiniz? Xeyr, amma bu xəstəliyi çox müşahidə etmişəm. Siz onun xəstələrə necə ləzzət verdiyini görmüsünüz? Görünür, hər halda bu cəbhədən yaxşıdır. Miss Van Campen, dedim. Siz heç elə bir adam görmüsünüz ki, hərbi mükəlləfiyyətdən yaxa qurtarmaq üçün öz xəyalığını əssin? Miss Van Campen sualı qulaqardına verdi. O bu sualı ya qulaqardına verməli idi, ya da otağımdan getməli idi. Getmək istəmirdi, çünki məndən çoxdan xoşu gəlmirdi və indi mənimlə haqq hesab çəkmək istəyirdi. Mən özünü qəsdən şikəst etməklə cəbhədən xilas olan çox adam görmüşəm. Məsələ onda deyil. Qəsdən şikəst etməni mən özüm də görmüşəm. Mən soruşdum ki, siz heç elə bir adam görmüsünüz ki, hərbi mükəlləfiyyətdən yaxa qurtarmaq üçün öz xəyalığını ayağı ilə əssin? Çünki bu duyğu sarılığa daha yaxındır və mən elə bilirəm ki, bu qadınların çoxuna məlum deyil. Baxın, mən elə ona görə də soruşdum ki, siz heç sarılıq xəstəliyinə tutulmusunuzmu, Miss Van Campen? Çünki Miss Van Campen otaqdan çıxdı. Biraz sonra Miss Hayes gəldi.
Siz Van Kampenə nə demisiniz? Lap dəli olub. Biz müxtəlif duyğuları müqayisə edirdik. Mən dedim. Ehtimal ki, o heç vaxt doğmalı olmayıb. Siz dəlisiz, dedi. O sizin dərdinizi diri-diri soymağa da hazırdır. O artıq soyub, dedim. O mənim məzuniyyətimi batırıb. İndi yəqin ki, məni səhra məhkəməsinə vermək istəyir. Ondan gözləmək olar. Onun heç vaxt sizdən xoşu gəlməyib, Hec dedi. Söhbət nədən açıldı? O deyir, mən qəsdən çox içib sarılığa tutulmuşam ki, cəbhəyə qayıtmayım. Hec püf elədi. Mən and içirəm ki, siz heç vaxt ağzınıza bir damcı da almamısınız. Hamı and içir ki, siz heç vaxt ağzınıza bir damcı da almamısınız. O butulkaları tapdı. 100 dəfə sizə demişəm ki, bu butulkaları yığmaq lazımdır. Hardadır butulkalar? Qarderobda. Çamadanınız var? Yox, bu arxa çantasına yığın. Miss Hedge butulkaları çantaya yığdı. Mən bunları qapıçıya verərəm. O qapıya doğru gedə-gedə dedi. Miss Van Kampen bir dəqiqə dedi. Bu butulkaları mən götürəcəyəm. Qapıçı onunla idi. Götürün bunu zəhmət olmasa dedi. Mən doktora məlumat verərkən bunları ona göstərmək istəyirəm. O koridorla getdi. Qapıçı çantanı apardı. İçində nə olduğunu bilirdi. Heç bir şey olmadı, ancaq mənim məzuniyyətim batdı. 23-cü fəsil. Cəbhəyə yola düşəcəyəm. Axşam qapıçını vağzala göndərdim ki, qatar Turindən gələn kimi vaqonda mənim üçün yer tutsun. Qatar gecə yarı yola düşürdü. Qatar Turində tərtib olunurdu və təqribən 11-in yarısında Milana gəlib çıxır və ta yola düşənədək perronda dayanırdı. Yer tutmaq üçün vağzala qatar gəlməmişdən əvvəl gəlmək lazım idi. Qapıçı özü ilə dostunu apardı. O məzuniyyətdə olan pulemyotçu idi və keçmişdə dərzi emalatxanasında işləyirmiş. O əmin idi ki, ikisi birlikdə mənim üçün yer tuta biləcəklər. Mən onlara perron bileti üçün pul verdim və dedim ki, bagajımı da aparsınlar. Mənim böyük çantam və 2 yol çantam var idi. Saat 5-ə yaxın hospitaldakılar ilə vidalaşıb çıxdım. Qapıçı mənim bagajımı öz otağına aparmışdı. Mən ona dedim ki, gecə yarıya az qalmış vağzalda olacağam. Onun arvadı mənə Signorino dedi və ağladı. Sonra gözlərini silib əlimi silkələdi və yenə ağladı. Mən əlimi onun çiyninə vurdum və o bir də ağladı. O balaca boylu, yumru, ağsaçlı və xoş sifət bir qadın idi. Həmişə mənim corablarımı yamayırdı. O ağlayanda elə bir üz-gözü itib gedirdi. Mən tindəki bara getdim və pəncərədən baxa-baxa gözləməyə başladım. Küçə qaranlıq, soyuq və dumanlı idi. Mən bir stəkan qəhvə ilə qrappanın pulunu verib yaxınlıqdan pəncərədən düşən işıq zolağın üstündən adamların necə keçib getdiklərinə baxırdım. Mən Ketrini gördüm və pəncərəni döydüm. O boylandı, məni gördü və gülümsündü. Mən onu qarşılamağa çıxdım. Əynində tünd sürməyi plaş və başında yumşaq fetter şlyapa vardı. Biz birlikdə səki ilə şərab anbarlarının yanından ötüb keçdik. Sonra bazar meydanına çıxıb küçə ilə irəli getdik. Tağın altından keçib kilsə meydanına gəlib çatdıq. Meydanı tramvay yolları kəsirdi. Kilsə yolların o tərəfində idi. Kilsə dumanın içində ağ və yaş görünürdü. Biz reysləri keçdik. Bizdən sol tərəfdə vitrinləri işıqlandırılmış mağazalar və qaleriya tərəfə gedən yol var idi. Meydanın üzərindəki duman sıxlaşırdı və kilsə yaxınında çox böyük idi. Divarlarının daşları ilə islanmışdı. İstəyirsən girək? Yox, Ketrin cavab verdi. Yolumuza davam etdik. Daş dayaqlardan birinin kölgəsində bir əskər ilə bir qız dayanmışdı və biz onların yanından keçdik. Onlar divara sıxılaraq dayanmışdılar. Əskər öz plaşı ilə qızı örtmüşdü. Onlar bizə oxşayırlar, dedim. Heç kəs bizə oxşamır, Ketrin dedi. Onun qanı qara idi. Getməyə heç yerləri də yoxdur. Bəlkə onlara bu cür daha xoşdur. Bilmirəm, hər halda hər kəsin getməyə bir yer olmalıdır. Onların kilsəsi var, Ketrin dedi. Biz artıq kilsəni keçib getmişdik. Biz o biri tərəfə keçdik və dönüb kilsəyə baxdıq. Dumanda o gözəl idi. Dəri məmulatlı mağazasının qarşısında dayandıq. Vitrində at minərkən geyilən uzunboğaz çəkmələr, arxa çantası və xizək üçün PX ayaqqabıları var idi. Bu şeylərin hamısı ayrı-ayrı qoyulmuşdu. Çanta ortada, çəkmələr bir tərəfdən, PX-lər o biri tərəfdən. Dəri tünd və hamar idi. Sürtülmüş yəhər kimi parlayırdı. Elektrik işığı tutqun parıltı verən dərinin üstünə uzun zolaqlar salırdı. Vaxt gələr, biz də xizəklə gəzərik. Ketrin dedi. 2 aydan sonra Murendə xizək mövsümü başlayır. Gəl gedək oraya. Gedək, cavab verdi. Biz başqa vitrinlərin yanından keçərək döngəyə burulduq. Mən burada heç olmamışam. Bu yol ilə mənə həmişə Ospedella Maggiore tərəfə gedərdim, dedim.
Döngə ensiz idi və biz sağ tərəf ilə gedirdik. Qatı dumanda çoxlu adama rast gəlirdik. Yanından keçdiyimiz bütün dükanların pəncərələri işıqlandırılmışdı. Pəncərələrdən birində piramida şəklində düzəldilmiş pendirə baxdıq. Silah dükanının qabağında dayandım. Bir dəqiqə girək. Mən bəzi şeylər almalıyam. Nə? Tapanca. Biz içəri girdik və mən öz kəmərimi açdım. Boş qobur ilə onu piştaxtanın üstünə qoydum. Piştaxtanın arxasında 2 qadın dayanmışdı. Onlar mənə bir neçə tapanca göstərdilər. Mənə eləsi lazımdır ki, ölçüsü düz gəlsin, deyərək qobur açdım. Qobur boz dəridən idi. Mən onu şəhərdə gəzdirmək üçün almışdım. Bunlar yaxşı tapancalardır, Ketrin soruşdu. Bunların hamısı təxminən eynidir. Bunu yoxlamaq olarmı? Mən qadından soruşdum. İndi burada atmağa daha yerimiz yoxdur, qadın dedi. Ancaq bu çox yaxşıdır, peşman olmazsınız. Mən çaxmağı buraxdım və yenə geri çəkdim. Yayı tox tarım idi, ancaq yaxşı işləyirdi. Mən nişan alıb və yenə çaxmağı buraxdım. Təzə deyil, qadın dedi. Bu bir zabitin idi. Əla atıcı idi. Sizdən alınmışdı? Bəli. Bəs necə oldu ki, yenə gəlib sizə çıxdı? Həmin zabitin çaparı gətirdi. Bəlkə onda mənimki də sizdədir, dedim. Neçəyədir? 50 liraya. Çox ucuzdur. Yaxşı. Mənə daha 2 ehtiyat darağı və bir qutu patron verin. O piştaxtanın altından daraqları və patronları götürdü. Bəlkə sizə qılınc da lazımdır, qadın soruşdu. Məndə nimdaş qılınclar var, çox ucuzdur. Mən cəbhəyə gedirəm. Hə, onda sizə qılınc lazım deyil, dedi. Patronların və tapancanın pulunu verdim, darağı doldurub yerinə keçirdim, tapancanı boş tapanca qabının içinə qoydum, ehtiyat daraqlarının ikisini də güllə ilə doldurdum və bunları qoburun ciblərində gizlətdim. Sonra kəməri belimə bağladım, tapancanın ağırlığı kəməri dartırdı. Fikirləşdim ki, hər halda adi silah yaxşıdır, həmişə patron tapmaq mümkündür. İndi biz tam silahlıyıq, dedim. Yola düşməmişdən əvvəl görəcəyim yeganə iş bu idi. Məni hospitala göndərəndə köhnə tapancamı kim isə götürüb. Ketrin dedi, ancaq heç olmasa yaxşı çıxaydı. Bəlkə sizə daha başqa bir şey lazımdır, qadın soruşdu. Deyəsən yox. Qaytanlı tapanca, dedi. Bəli, görmüşəm. Qadın yenə bir şey satmaq istəyirdi. Bəlkə sizə fışdırıq lazımdır. Deyəsən yox. Qadın xudafiz dedi və biz küçəyə çıxdıq. Ketrin pəncərəyə baxdı. Qadın boylanıb bizə başaydı. Taxta çərçivəli bu güzgü nədir? Bu quşları cəlb etmək üçündür. Bunları götürüb çölə çıxırlar. Torağaylar parıltı ilə can atır və burada onları vurub öldürürlər. İtalyanlar ixtiraçı adamlardır, Ketrin dilləndi. Sizdə Amerikada torağaylar güllə ilə vurub öldürülmürlər, əzizim. Doğru deyilmi? Hərdən bir. Biz küçəni keçdik və o biri tərəfi ilə getdik. Ketrin, indi bir qədər yaxşıyam, dedi. Çıxanda lap pisdim. Biz birlikdə olanda bizim üçün həmişə yaxşıdır. Biz həmişə birlikdə olacağıq. Bəli, əgər bu gün gecə yarı yola düşməyimi nəzərə almasaq. Bu barədə fikirləşmə, əzizim. Biz küçə ilə gedirdik, dumanda işıqlar sarı görünürdü. Sən yorulmamısan ki? Ketrin soruşdu. Bəs sən? Yox, bu cür gəzib dolaşmaq xoşdur. Ancaq lap çox da lazım deyil. Yaxşı. Biz tinə çatıb fənərləri olmayan döngəyə burulduq. Mən dayandım və Ketrini öpdüm. Onu öpərkən əlini çiynimdə hiss etdim. O mənim plaşımı öz üstünə elə çəkmişdi ki, plaş hər ikimizi örtmüşdü. Biz hündür divarın dibində səkidə dayanmışdıq. Gedək bir yerə, dedim. Yaxşı, Ketrin cavab verdi. Kanala çıxan daha geniş küçəyə çatana kimi biz döngə ilə getdik. O biri tərəfdə kərpic evlər var idi. İrəlidə küçənin qurtaracağında körpüyə çıxan tramvayı gördüm. Körpüdə fayton taparıq, dedim. Biz körpüdə duman içində durub minik gözləyirdik. Evlərinə tələsən adamlarla dolu bir neçə tramvay yanımızdan ötüb keçdi. Sonra fayton keçdi, lakin içində kimsə oturmuşdu. Yağış çiləməyə başladı. Piyada gedək, yoxsa tramvaya minək, Ketrin dedi. Bu saat fayton taparıq, dedim. Burada çox olur. Bax, odur gəlir, dedi. Faytonçu faytonu saxladı və sayğacını metal işarəsinə saldı. Üstü örtülü idi və faytonçunun plaşından yağış damcıları vardı. Onun laklı silindiri yağışdan parıldayırdı. Biz dal oturacaqda yanaşı əyləşdik. Üstü qaldırıldığından ora qaranlıq idi. Hara dediyin sürsün? Vağzala tərəf, vağzal ilə üzbəüz otel var. Biz oraya gedirdik. Bəs bu cür otelə getmək olar, bagajsız. Olar, dedim. Biz yağışın altında döngələrlə vağzala tərəf xeyli getdik. Bəs şam etməyəcəyik, Ketrin soruşdu. Nəsə, mən acımışam. Öz nömrəmizdə yeyərik. Dəyişməyə də bir şeyim yoxumdur. Mənim heç gecə köynəyim də yoxdur. Alarıq, dedim və faytonçunu səslədim.
Via Manzoni ilə sürün. O başını tərpədib o biri tinindən sağa buruldu. Ketrin Via Manzoni'da mağaza axtarmağa başladı. Bax burada dedi. Faytonu saxlatdırdım. Ketrin düşüb səkini keçdi və içəri girdi. Mininin arxasına söykənərək onu gözləyirdim. Yağış yağırdı. Mən yaş küçənin və yağış altında böyürlərindən buğ qalxan atın iyini duyurdum. Ketrin əlində bağlı çıxdı. Miniyə qalxdı, bizi irəli sürdürdük. Mən çox israfçıyam, əzizim, dedi. Ancaq köynək çox qəşəngdir. Otelin qarşısında Ketrindən xahiş etdim ki, minikdə gözləsin. Özüm isə içəri girib müdirlə danışdım. İstədiyin qədər nömrə var idi. Mininin yanına qayıdıb faytonçunun pulunu verdim. Ketrin ilə otelə girdik. Parıldayan düymələr olan oğlan bağlını apardı. Müdir baş əyərək bizi liftə dəvət etdi. Liftin içində çoxlu qırmızı məxmər və bürünc var idi. Müdir bizimlə birlikdə yuxarı qalxdı. Maniseur və Madame öz nömrələrindəmi nahar eləmək istəyirlər? Bəli, zəhmət olmasa kartoçka göndərin, dedim. Xüsusi sifariş ilə bir şey lazım deyil ki, quş əti ya da sufle. Hər mərtəbədə cırıldaya-cırıldaya lift 3-cü mərtəbəyə qalxdı. Sonra cırıldayıb dayandı. Sizdə hansı quş əti var? Qırqovul ya da meşə cüllütü hazırlamaq olar. Meşə cüllütü, dedim. Biz koridor ilə getdik, xalça sürtülmüşdü. Sağdan və soldan çoxlu qapı var idi. Müdür dayanıb qapılardan birini taybatay açdı. Budur, buyurun, gözəl otaqdır. Parıldayan düymələri olan oğlan bağlını otağın ortasındakı stolun üstünə qoydu. Müdür pəncərə pərdələrini açdı. Bu gün hava dumanlıdır, dedi. Otağa qırmızı məxmər çəkilmiş mebel qoyulmuşdu. Çoxlu güzgü, 2 kreslo və atlas yorğanlı enli çarpayı var idi. İkinci qapı vanna otağına açılırdı. Bu saat kartoçka göndərərəm, deyərək müdür baş əyib çıxdı. Mən pəncərəyə yanaşıb küçəyə baxdım. Sonra qaytanı dartdım. Qalın məxmər pərdələr örtüldü. Ketrin yataqda əyləşmişdi və büllur şamdana baxırdı. O şlyapasını çıxartdı və onun saçları işıqda parıldadı. O güzgülərdən birində özünü gördü və əlini saçlarına apardı. Mən onu 3 digər güzgüdə gördüm. Görkəmi şən deyildi. O plaşını yatağın üstünə atdı. Nə olub sən, əzizim? Mən hələ heç vaxt özümü gəzəyən hiss etməmişəm, dedi. Mən pəncərəyə yanaşıb pərdələri araladım və küçəyə baxdım. Mən bilmirdim ki, belə olacaq. Sən gəzəyən deyilsən. Bilirəm, əzizim, amma güya belə olmağı hiss etmək xoşa gəlməzdir. Onun səsi tutqun və qəmli idi. Bura bizim qala biləcəyimiz ən yaxşı oteldir, dedim. Mən pəncərədən baxırdım. Meydanın o biri tərəfində vağzalın işıqları sayrışırdı. Yaxınlıqdan faytonlar keçirdi və mən parkdakı ağacları görürdüm. Otelin işıqları küçənin yaş döşəməsində əks olunurdu. Ah, zəhrimar, düşünürdüm. İndi heç mübahisə vaxtıdır. Ketrin, bura gəl, dedi. Onun səsindəki tutqunluq keçmişdi. Bura gəl, daha mən ağıllı qızam. Mən yatağa tərəf döndüm. Ketrin gülümsəyirdi. Mən gəlib yataqda onunla yanaşı oturdum və onu öpdüm. Sən mənim ağıllı qızımsan. Əlbəttə səninəm, dedi. Nahardan sonra biz özümüzə gəldik. Sonra lap yaxşı oldu. Çox keçmədən biz bu otağı öz evimiz hesab etdik. Əvvəl bizim evimiz hospitaldakı otağın idi və indi otelin bu nömrəsi də bizim evimiz olmuşdu. Ketrin mənim frensimi çiynimə salaraq oturmuşdu. Biz çox acdıq, yemək isə yaxşı idi və biz bir butulka kapri və bir butulka da Saint Estefa içdik. Çox hissəsini mən içdim. Ketrin də biraz içdi və halı lap yaxşılaşdı. Bizə kartofla, meşə cüllütü, sufle, şabalıd püresi, salat və şirini yerinə saboyan verdilər. Ketrin, yaxşı otaqdır, dedi. Gözəl otaqdır. Heyf ki, əvvəllər burada qalmaq bizim ağlımıza gəlməyib. Məzəli otaqdır, amma qəşəngdir. Ketrin, pozğunluq gözəl şeydir, dedi. Bununla məşğul olanlar görünür, onu zövq edirlər. Bu qırmızı məxmərin heç misli yoxdur. Elə beləsi lazımdır. Bəs güzgülər, məgər gözəl deyil? Sən sevimlisən. Bilmirəm, səhər yerindən qalxandan bu otaq adama necə görünər, amma çox gözəl otaqdır. Mən bir stəkan da Saint Estefa tökdüm. Ketrin, mən istərdim ki, əməlli başlı günaha batım, dedi. Bütün elədiklərimiz nə qədər saf və sadədir. Mən inanmıram ki, biz nəsə pis bir şey edirik. Sən lap qiyamətsən. Ancaq mən acam. Mən lap acam. Sən sadəsən. Sən gözəlsən. Mən sadəyəm. Sənə kimi bunu heç kəs başa düşmürdü. Bir dəfə biz təzəcə tanış olanda mən bütün günü fikirləşirdim ki, biz birlikdə Kavur otelinə necə gedirik və bütün bunlar necə ola bilər? Bu sənin tərəfindən həyasızlıq olub, axı bura Kavur deyil, doğrudur? Yox, ora bizi buraxmazdılar.
Bu vaxt boraxarlar. Görürsən əzizim, aramızdakı fərq bundadır. Mən heç vaxt heç bir şey haqqında düşünməmişəm. Lap heç vaxt. Biraz olub dedi. Ah əzizim, mən bir stəkan da şərab tökdüm. Ketrin, mən lap sadəyəm dedi. Əvvəlcə mən başqa cür fikirləşirdim. Mən elə gəlirdi ki, sən ağılsızsan. Mən elə bir ağılsız idim. Amma o qədər də ağılsız değildim. Mən o vaxt səni pərt eləmədim ki, əzizim. Şərab çox gözəl şeydir dedim. Pis şeylərin hamısını unudursan. Gözəl şeydir, Ketrin söylədi. Ancaq mənim atam bundan bərk podagraya tutulmuşdu. Sənin atan var? Hə, Ketrin dedi. Onun podagrası var. Fəqət onunla görüşmək heç sənə lazım deyil. Bəs sənin atan yoxdur? Yoxdur dedim. Atalığım var. Bəs o mənim xoşuma gələr? Sən onunla görüşmək lazım olmayacaq. Səninlə olmaq mənə çox xoşdur, Ketrin dedi. Məni daha heç nə maraqlandırmır. Mən sənin xoşbəxt arvadınam. Afisant gəlib qabları yığışdırdı. Biraz sonra biz sakitləşdik və yağışın necə yağdığını eşidilirdi. Aşağıda meydanda avtomobil siqnal verdi. Fəqət eşidirəm mən zamanın bərk-bərk çapan qanadlı atını, dedim. Mən bu şeiri bilirəm, Ketrin söylədi. Bu Marveldir. Ancaq bu kişi ilə yaşamaq istəməyən qız barəsindədir. Mənim başım aydın və təmiz idi. Mən dolanacaqdan danışmaq istəyirdim. Sən harda doğacaqsan? Bilmirəm, ən yaxşı yerdə. Bəs bütün bunları necə düzəldəcəksən? Lap yaxşı, narahat olma əzizim. Müharibə qurtarana kimi bizim bəlkə də çox uşağımız oldu. Vaxtımıza lap az qalıb. Bilirəm, əgər istəyirsənsə belə ki, vaxtdır. Yox, onda əsəbləşmə əzizim. Sən həmişə yaxşı olmusan. İndi isə əsəbləşməyə başlayırsan. Əsəbləşmərəm, sən mənə tez-tez yazacaqsanmı? Hər gün. Sizin məktubları yoxlayırlar. Orada ingilis dilini o qədər pis bilirlər ki, bunun əhəmiyyəti yoxdur. Ketrin, mən çox dolaşıq yazacağam, dedi. Ancaq o qədər də dolaşıq yox. Yox, ancaq biraz dolaşıq. Deyəsən getmək lazımdır. Yaxşı əzizim. Mən öz sevimli evimizdən getmək istəmirəm. Mən də. Amma getmək lazımdır. Yaxşı. Axı biz hələ heç vaxt evdə çox yaşamamışıq. Yaşayarıq. Sən qaydana kimi mən sənin üçün yaxşı bir ev hazırlayaram. Bəlkə mən lap tez qayıtdım. Birdən səni ayağından azca yaraladılar. Ya da qulağımın ətindən. Yox, mən istəyirəm ki, qulaqların necə varsa elə də qalsın. Bəs ayaqlarım yox. Ayaqlarından sən yaralı olmursan. Biz getməliyik əzizim. Yaxşı, birinci sən çıx. 24-cü fəsil. Biz lifti çağırmadıq. Pilləkənlərlə düşdük. Pilləkənlərdəki xalça sürtülmüşdü. Yemək gətirərkən onun pulunu vermişdim və yeməyi gətirən afisant qapının ağzında oturmuşdu. O yerindən sıçrayıb baş əydi və mən onunla kontora gedib nömrənin pulunu verdim. Müdür məni bir dost kimi qarşılamışdı və əvvəlcədən pul almaqdan boyun qaçırmışdı. Fəqət məndən ayrılan kimi pulu verməmiş qaçmayım deyə afisantı qapının ağzında oturtmuşdu. Görünür belə hadisələr hətta dostları ilə də baş verirmiş. Müharibə vaxtı adam özünə o qədər dost tapır ki. Mən afisantdan xahiş etdim ki, fayton ardınca getsin və o Ketrinin bağlısını məndən alıb çətiri açaraq çıxdı. Onun yağış altında küçənin necə keçdiyini pəncərədən görürdük. Biz kontorda durmuşduq və pəncərədən baxırdıq. Necəsən Ket? Yuxum gəlir. Mən isə darıxıram və yemək istəyirəm. Sən özünlə yemək götürmüsən? Hə, yol çantamdadır. Mən yaxınlaşan faytonu gördüm. Fayton dayandı. At yağışın altında başını aşağı salıb durdu. Afisant çətiri açıb düşdü və otelə doğru gəldi. Biz onu qapının ağzında qarşıladıq və çətirin altında yaş səki ilə faytona doğru getdik. Axdan su axırdı. Sizin bağlı oturacağın üstündədir, afisant dedi. Biz əyləşinə kimi o əlində çəti tutaraq dayandı və mən ona bəxşiş verdim. Çox sağ olun, yaxşı yol, dedi. Faytonçu cilovu əlinə yığdı və at tərpəndi. Afisant öz çətiri ilə döndü və otelə yollandı. Biz səkinin yanı ilə getdik, sonra sola döndük və faytonçu sağ tərəfdən vağzala sarı sürdü. İki karabiner fənərin yanında dayanmışdı. Oranı yağış demək olar ki, tutmurdu. Onların şlyapaları fənərin işığında parıldayırdı. Vağzalın işıqları altında yağış şəffaf və təmiz idi. Yük daşıyan talvarın altından çıxdı. Başını yağışdan qorumaq üçün yaxalığının içinə çəkilmişdi. Yox, dedim, sağ olun, ehtiyac yoxdur. O yenə talvarın altına çəkildi. Mən Ketrin tərəf döndüm. Faytonun üstü örtüldüyündən onun üzü kölgədə qalmışdı. Hə, vidalaşaq mı? Mən içəri keçərəm. Lazım deyil. Xudahafiz Ket. Hospitalın ünvanını ona söylə. Yaxşı.
Mən hara sürəcəyini faytonça dedim. O başını tərpətdi. Xudafiz dedim. Özündən və balaca Ketrindən müğayət ol. Xudafiz əzizim. Xudafiz dedim. Mən yağışın altına çıxdım və faytonça atı tərpətdi. Ketrin boylandı və mən fənərin işığında onun üzünü gördüm. O gülümsəyir və əlini yerlədirdi. Fayton küçə ilə çapdı. Ketrin barmağı ilə Talvar tərəfi göstərdi. Mən ətrafa boylandım. Orada ancaq Talvar və 2 karabiner var idi. Mən başa düşdüm. O istəyirdi mən yağışdan gizlənim. Talvarın altına girdim və faytonun tinindən necə burulduğuna baxdım. Sonra mən vağzalın binasından keçdim və qatarın qabağına çıxdım. Qapıçı məni perronda gözləyirdi. Mən onun ardınca vaqona girdim. Yolda dayanan adamları itələyə-itələyə qapını açıb adamla dolu kupaya soxuldum. Pulemyotçu küncdə oturmuşdu. Mənim arxa çantam və yol çantalarım onun başının üstündə baqaj üçün olan torun içində idi. Koridorda çoxlu adam dayanmışdı. Biz içəri girəndə kupedə oturanlar bizə baxdılar. Qatarda yer çatmırdı. Buna görə də hamı acıqlı idi. Pulemyotçu yerini mənə vermək üçün qalxdı. Kim isə əlini çiynimə vurdu. Mən döndüm. Bu çox hündür boylu və arıq artilleriya kapitanı idi. Yanağında qırmızı yara yeri var idi. O hər şeyi şüşəli qapıdan görüb ardımca içəri girmişdi. Nə olub? Soruşdum. Mən üzümü ona döndərdim. O boyca məndən hündür idi və onun üzü günlüyünün kölgəsində çox arıq görünürdü. Yara yeri də təzə idi və parıldayırdı. Ətrafdakıların hamısı mənə baxırdı. Belə eləmirlər, o dedi. Yer tutmaq üçün əskəri əvvəlcədən göndərmək olmaz. Amma mən belə eləmişəm. O nəfəsini dərdi və mən onun xirtdəyinin necə qalxıb endiyini gördüm. Pulemyotçu boş yerin yanında dayanmışdı. Adamlar koridorun şüşəli ərəkəsməsi arxasından baxırdılar. Hamı susurdu. Sizin ixtiyarınız yoxdur. Mən bura sizdən 2 saat əvvəl gəlmişəm. Siz nə istəyirsiniz? Oturmaq. Mən də. Mən onun üzünə baxırdım və hiss edirdim ki, ətrafdakıların hamısı mənim əleyhimədir. Mən onları qınamırdım, o haqlı idi. Fəqət mən oturmaq istəyirdim. Ətrafdakıların hamısı yenə susurdu. Ah, zəhirmar düşündüm. Əyləşin, signor kapitano dedim. Pulemyotçu kənara çəkildi və ucaboy kapitan oturdu. O mənə baxdı. Onun baxışında narahatlıq var idi. Ancaq yer ona qaldı. Şeylərimi götürün. Mən pulemyotçuya dedim. Biz koridora çıxdıq. Qatar dolu idi və mən bilirdim ki, yer tapmağı ümid bəsləmək nahaqdır. Qapıçı ilə pulemyotçunun hərəsinə 10 lira verdim. Onlar vaqondan çıxdılar və bütün platform ilə gedə-gedə pəncərələrə baxırdım. Amma yer yox idi. Bəlkə Breşiyada düşən oldu, qapıçı söylədi. Breşiyada hələ minəcəklər, pulemyotçu dedi. Mən onlarla vidalaşdım və onlar mənim əlimi sıxıb getdilər. Hər ikisi dilxor oldu. Qatar tərpənəndə bizim hamımız yer tapa bilməyənlər koridorda dayanmışdılar. Mən yanımdan ötüb keçdiyimiz stelkalara və fənərlərə baxırdım. Yağış elə yağmaqda idi və çox çəkmədən pəncərələr islandı və heç bir şey görmək mümkün olmadı. Biraz sonra mən koridorun döşəməsində uzanıb yatdım. Yatmasından əvvəl pulları və sənədləri qoyduğum pul kisəsini köynəyimin və şalvarımın altına soxdum. Beləliklə, pul kisəsi budum ilə tumanım arasında qaldı. Bütün gecəni yatdım. Yalnız qatar Breşiyada və Veronada dayanarkən və yeni sərnişinlər minərkən ayrıldım. Amma tezliklə də yuxuya gedirdim. Yol çantalarımdan birini başımın altına qoymuşdum. O birini qucaqlamışdım və məni tapdalamaq istəməyən üstümdən rahatca keçə bilərdi. Bütün koridor boyu adamlar döşəmədə yatmışdılar. Bəziləri pəncərə tutacaqlarından yapışaraq və ya qapılara söykənərək dayanmışdılar. Bu qatar həmişə ağzına kimi dolu gedirdi. 3-cü kitab, 25-ci fəsil. Artıq payız idi və ağaclar tamam çılpaqlaşmışdı. Yollar palçıq içində idi. Udinedən Qorsiyaya mən yük maşınında gedirdim. Yolda bizə digər yük maşınları rast gəlir və mən ətrafı seyr edirdim. Tut ağacları çılpaq idi və tarlalarda torpaq bozarmışdı. Solub tökülmüş yaş yarpaqlar çılpaq ağacların cərgələri arasında yola səpələnmişdi və fəhlələr yoldakı çuxurları çınqıl ilə doldururdular. Onlar çınqılı yolun kənarından ağacların arasındakı topalardan götürürdülər. Şəhər göründü, lakin onun üstündəki dağların qarşısını duman almışdı. Biz çayı keçdik və mən gördüm ki, su xeyli qalxmışdı, dağlarda yağış yağırdı. Biz fabrikin, sonra isə evlərin və villaların yanından keçərək şəhərə girdik və gördüm ki, bu vaxt ərzində mərmilərdən daha çox ev dağılmışdı. Dar bir küçədə biz İngilis Qırmızı Xaç Cəmiyyətinin avtomobilinə rast gəldik. Şofer başına kepi qoymuşdu. Onun üzü arıq idi və bərk qaralmışdı. Mən onu tanımırdım. Bələdiyyə idarəsi qarşısındakı böyük meydanda yük maşınından düşdüm.
Şofer çantanı mənə verdi. Mən onu çiynimə keçirdim. Hər iki çantanı bağladım və öz villamıza getdim. Bu evə qayıtmağa bənzəmirdi. Mən xiyabanın yaş çınqıllarının üstü ilə gedir və ağacların arasında ağaran villaya baxırdım. Pəncərələrin hamısı bağlı idi, lakin qapı açıqdı. Mən içəri girdim və divarları çılpaq olan otaqda stolun dalında oturan mayoru gördüm. Divarlardan ancaq xəritələr və makinadan çap olunmuş kağızlar asılmışdı. O, salam dedi. Hə, səhhətiniz necədir? O qocalmışdı və elə bil quruyub arıqlamışdı. Öz qaydasındadır dedim. Sizin işləriniz necədir? Artıq hər şey qurtarıb dedi. Yarağınızı çıxarın və oturun. Mən bel çantasını və o biri iki çantamı döşəməyə, kepimi isə çantanın üstünə qoydum. Sonra divarın dibindəki stulu götürüb stolun yanında oturdum. Yay çox pis idi, mayor dedi. Siz lap sağalmısınız? Bəli. Siz öz mükafatlarınızı aldınızmı? Bəli, hər şey öz qaydasındadır. Təşəkkür edirəm sizə. Bir göstərin. Mən plaşımın yaxasını açdım, 2 lent görünsün. Bəs medalların özünü də almısınız? Yox, ancaq sənədlərini almışam. Medallar sonra gələcək. Buna çox vaxt lazımdır. İndi siz məni hara göndərəcəksiniz? Maşınların hamısı gedib. 6 şimalda Caporetta'dadır. Siz Caporettanı tanıyırsınız? Bəli dedim. Vadidə kilsəsi olan balaca ağ şəhərcik yadıma düşdü. Şəhərcik tərtəmiz və meydanında qəşəng fəvvarə var idi. Baxın, onlar oradadır. İndi xəstə çoxdur. Döyüşlər qurtarmışdır. Bəs qalanları hanı? İkisi dağlarda, 4-ü isə hələ də Bamzitsadadır. O biri 2 sanitar dəstəsi isə Karsoda. 3-cü ordunun yanındadır. Siz məni hara göndərəcəksiniz? Əgər istəyirsinizsə, Bamzitsada olan o 4 maşını götürə bilərsiniz. Cinonu əvəzləyin, o çoxdan oradadır. Axı bütün bunlar gərək ki sizdən sonra baş vermişdir. Bəli. İşlər pis oldu. Biz 3 maşın itirdik. Eşitmişəm. Hə, Rinaldi sizə yazırdı. Rinaldi hardadır? Burada, hospitaldadır. Yayda və payızda onun işi ağır oldu. Təsəvvür edirəm. Bəli, pis idi, mayor dedi. Siz heç təsəvvür etmirsiniz ki, nə qədər pis idi. Mən tez-tez fikirləşirdim ki, nə yaxşı siz lap əvvəlcə yaralandınız. Mən özüm də belə hesab edirəm. Gələn il daha pis olacaq, mayor dedi. Bəlkə onlar elə indi hücuma keçdilər. Belə deyirlər, amma güman etmirəm, çox gecdir. Çayı gördünüzmü? Bəli, su qalxıb. Güman etmirəm ki, indi dağlarda yağış yağdığı bir vaxtda hücum başlasın. Tezliklə qar yağacaq. Bəs sizin həmvətənləriniz anı? Sizdən başqa Amerikalı görəcəyikmi? 10 milyondan ibarət ordu hazırlanır. Yaxşı olardı ki, heç olmasa bir hissəsi bizə düşəydi. Ancaq fransızlar hamısını özlərinə götürəcəklər. Bura biri də gəlib çıxmayacaq. Hə, yaxşı. Siz bugün burada gecələyərsiniz. Sabah səhər isə balaca maşını ilə gedib Cinonu əvəzləyərsiniz. Mən sizə yolu tanıyan bir adam verirəm. Cino hər şey sizə danışar. Orada yenə az-az atışma olur, amma ümumiyyətlə hər şey qurtarıb. Bamzitsaya getmək sizin üçün maraqlı olacaq. Orada olacağıma çox şadam ki, yenə sizinləyəm. O gülümsündü. Siz çox lütufkarsınız, mən bu müharibədən yorulmuşam. Əgər mən getsəydim, inanmıram ki, bir də qayıtmaq istərdim. Yəni bu qədər pisdir. Hə, hətta bu qədərdən də çox. Gedin, Yunun və dostunuz Rinaldini axtarıb tapın. Mən ev şeylərimi götürüb pilləkənlə yuxarı qalxdım. Rinaldi otaqda yox idi, lakin şeyləri öz yerində idi. Mən çarpayda oturub dolağımı açdım və sağ ayağımdan ayaqqabımı çıxartdım. Sonra çarpaya uzandım. Mən yorulmuşdum. Sağ ayağım ağrıyırdı. Mənə elə gəldi ki, bir ayaqqabı ilə yataqda uzanmaq axmaqlıqdır. Buna görə də oturub ikinci ayaqqabının bağını açdım. Ayaqqabını döşəməyə atıb yenə adyalın üstündə uzandım. Pəncərə bağlı olduğundan otaq boğanaq idi, amma o qədər yorğun idim ki, qalxıb pəncərəni açmağa hövsələm çatmırdı. Gördüm ki, bütün şeylərim otağın bir küncünə yığılmışdı. Artıq hava qaralırdı. Mən çarpayda uzanıb Ketrini düşünür və Rinaldini gözləyirdim. Mən qət etmişdim ki, Ketrini ancaq axşamlar yatmamışdan əvvəl düşünüm. Lakin mən yorulmuşdum və heç bir işim yox idi. Buna görə də uzanıb onu düşünürdüm. Rinaldi otağa girəndə mən Ketrini düşünürdüm. Rinaldi elə həminki kimi idi, ancaq birazca arıqlamışdı. O, hə, baby dedi. Mən yatağımdan azca qalxdım, o yaxınlaşıb yanımda əyləşdi və məni qucaqladı. Mənim əzizim, gözəl baby, o əlini kürəyimə vurdu və mən də onun çiyinlərinə yapışdım. Mənim gözəl babym dedi. Dizinizi bir göstərin görüm, şalvarı çıxarmalı olacağam. Çıxardın şalvarınızı baby, burada hamısı özümüzünküdür. Mən baxmaq istəyirəm, görüm sizi orada necə doğrayıb töküblər. Mən ayağa durdum, şalvarımı açıb aşağı buraxdım və dizimin sarığını açdım. Rinaldi döşəməyə oturaraq ayağımı büküb açmağa başladı.
O əlini yara yerinin üstündə gəzdirdi. Baş barmaqlarını diz qapağının üstünə qoydu və o biri ilə dizimi silkələdi. Qıçınız bundan artıq qatlanmır? Yox. Sizi buraxmaq lap cinayətdir. Onlar oynağın tam işləməsinə nail olmalıydılar. Bundan da pis idi. Ayağım lap ağac kimi idi. Rinaldi biraz da yoxladı. Mən onun əllərinə baxırdım. Onun mahir cərrah əlləri var idi. Mən onun başına, parlaq və hamar daranıb tağ ayrılmış saçlarına baxırdım. O qıçımı lap bərk bükdü. Uf, dedim. Rinaldi, sizə hələ mexaniki terapiya ilə müalicə olunmaq lazım idi, dedi. Əvvəl daha pis idi. Bilirəm, baby, belə şeyləri mən sizdən çox bilirəm. O qalxıb çarpayda oturdu. Əməliyyatın özü pis aparılmayıb. O dizimlə işini qurtardı. İndi danışın. Danışmağa bir şey yoxdur, dedim. Sakit və dinc dolanırdım. Belə güman etmək olar ki, siz ailəli adamsınız, dedi. Sizə nə olub? Heç bir şey, dedim. Bəs sizə nə olub? Bu müharibə mənim axırımı çıxır, Rinaldi söylədi. Mən lap ruhdan düşmüşəm, o əlləri ilə dizlərini qucaqladı. Oho, dedim. Nə olub ki? Mən də insanı hisslər ola bilməz? Yox, siz görünür yayı şən keçirmisiniz, söyləyin. Bütün yayı və bütün payızı mən əməliyyat etmişəm. Dincəlmədən işləyirəm. Hamını yerinə tək işləyirəm. Ən çətin işləri mənə tapşırırlar. Doğru sözümdür, baby. Mən əla cərrah oluram. Bax, bu yaxşı səslənir. Mən heç vaxt fikir eləmirəm. Yox, doğru deyirəm. Mən fikir eləmirəm. Mən ancaq əməliyyat edirəm. Lap doğru da edirsiniz. Amma indi, baby, iş başqa cürdür. İndi əməliyyat etmək lazım gəlmir. Ürəyimdən də qara qanlar axır. Bu dəhşətli müharibədir, baby. Mənə inana bilərsiniz. Hə, indi isə bir qədər keyfimi açın. Siz val gətirmisiniz? Bəli. Vallar kağıza bükülmüş qutunun içində idi və çantama qoyulmuşdu. Mən isə çox yorğun idim. Valları götürməyə hövsələm gəlmirdi. Bəs sizin ürəyiniz heç açılırmı, baby? Ürəyimdən qara qanlar gedir. Rinaldi, bu dəhşətli müharibədir, dedi. Hə, yaxşı, indi birlikdə doyunca içərik, onda bir qədər keyfimiz açılar, kədərimizi dağıdarıq, sonra da hər şey yaxşı olar. Mən sarılıq xəstəliyinə tutulmuşdum, dedim. Mənə çox içmək olmaz. Ah, baby, görün mənim yanıma nə kökdə qayıtmısınız. Ağıllı, ancaq qaraciyərə xəstə halda. Yox, doğrudan da bu müharibə çox pis şeydir, axı biz bu işə niyə ilişdik? Yaxşı, gəlin bir hər halda içək. Çox içmək istəmirəm, ancaq içmək olar. Rinaldi o biri divarın yanındakı əl-yüzcana yaxınlaşdı. 2 stəkan və 1 butulka konyak götürdü. Bu Avstriya konyakıdır, dedi. 7 ulduzlu San Gabriel'dən ancaq bunu götürə bildim. Siz orada oldunuz? Yox, mən heç bir yerdə olmamışam. Mən həmişə burada olmuşam və əməliyyat etmişəm. Baxın, baby, bu dişlərinizi yaxaladığınız köhnə stəkanınızdır. Mən onu həmişə qoruyurdum. Sizi mənim yadıma salsın. Ya da dişləri təmizləməyim lazım olduğunu. Yox, mənim özümünkü var. Mən onu ona görə qoruyurdum ki, hər səhər sizin Villa Rossa'dan necə təmizlənmək istədiyinizi söyərək aspirin atdığınızı və qızlara lənət yağdırdığınızı yadıma salsın. Hər dəfə bu stəkana nəzər salanda sizin öz vicdanınızı diş şotkası ilə necə təmizləməyə çalışdığınızı xatırlayıram. O yatağa yaxınlaşdı. Hə, öpün məni və deyin ki, siz daha ağıllı olmaqdan əl çəkdiniz. Sizi öpmək fikrində deyiləm. Siz meymunsunuz. Bəsdir, bəsdir. Mən bilirəm ki, siz ağıllı Anglo-Saks uşağısınız. Mən bilirəm. Bilirəm ki, vicdanınız siz incidir. Gözləyəcəyəm ki, mənim Anglo-Saks oğlum yenə diş şotkası ilə fahişəxanadan təmizlənsin. Stəkana konyak tökün. Biz stəkanlarımızı bir-birinə vurduq və içdik. Rinaldi mənə gülürdü. Sizi içirdib qaraciyərinizi çıxardacağam. Onun yerinə yaxşı bir İtalyan qaraciyəri qoyacağam və yenə sizi adam edəcəyəm. Stəkanımı uzatdım ki, yenə konyak töksün. Hava lap qaralmışdı. Əlimdə stəkan pəncərəyə yanaşdım və onu atdım. Yağış kəsmişdi. Hava soyumuşdu və budaqlarda duman sıxlaşırdı. Rinaldi, konyakı pəncərədən bayıra tökməyin, dedi. Əgər içə bilmirsinizsə mənə verin. Rədd olun, bilirsiniz Sara, dedim. Rinaldini təzədən gördüyümə sevinirdim. Bütün 2 ili və o ancaq mənə sataşmaqda məşğul idi və mən həmişə onu sevirdim. Biz bir-birimizi yaxşı başa düşürdük. Siz evlənmisiniz? Yataqda oturaraq o soruşdu. Mən pəncərənin yanında duraraq divara söykənmişdim. Hələ yox. Vurulmusunuz? Hə. Həmin İngilis qızına? Hə. Zavallı baby, bəs o necə? O da sizi sevir? Hə. Həm də bunu işdə sizə sübut etdimi? Umlayın. Məmnuniyyətlə siz özünüz görəcəksiniz ki, mən çox nəzakətli adamam. Bəs o? Renni, dedim. Xahiş edirəm, mumlayın. Əgər istəsəydisə, dost olaq, mumlayın. Baby, dost olmağımız üçün bir şey istəməyimə ehtiyac yoxdur. Biz onsuz da dostuq. Onda mumlayın. Baş üstə.
Mən çarpayıya yalınlaşıb Rinaldinin yanında oturdum. O stəkanını əlində tutub döşəməyə baxırdı. İndi başa düşürsünüzmü Rinni? Bəli, əlbəttə. Bütün ömrüm boyu mən həmişə müqəddəs hissələrə rast gəlirəm. Bu vaxta kimi sizin belə hisslərinizin olduğunu bilmirdim, amma əlbəttə, sizdə də bu hisslər olmalıdır. O döşəməyə baxırdı. Bəs sizdə yoxdur? Yox. Heç birindən. Heç birindən. Siz heç razı olardınız ki, sizin ananız, bacınız haqqında ağzıma gələni danışım? Hətta sizin bacınız haqqında da. Rinaldi qızğınlıqla cavab verdi. Hər ikimiz güldük. Lap fövqəlbəşərsən, dedim. Rinaldi, bəlkə mən qısqanıram, dedi. Yox, ola bilməz. Bu mənada yox. Mən başqa şey demək istəyirdim. Sizin evli dostlarınız varmı? Vardır, dedim. Mənim isə yoxumdur, Rinaldi cavab verdi. Öz arvadları ilə xoşbəxt olan dostlarım yoxdur. Nə üçün? Onlar məni sevmirlər. Nə üçün? Mən ilanam, mən idrak ilanıyam. Siz hər şeyi qarışdırmısınız. Buna idrak mücəssəməsi deyirdilər. Yox, ilan. O bir qədər şənlənmişdi. Sizi dərin mənalı mülahizələr xarab edir, dedim. Mən sizi sevirəm, baby. Mən böyük İtalyan mütəfəkkiri olarkən siz mənim ipimi dartırsınız. Ancaq mən çox şey bilirəm ki, onları izah etmək mənim üçün çətindir. Mən sizdən çox bilirəm. Bəli, bu doğrudur. Ancaq siz asanlıqla yaşaya biləcəksiniz. Vicdan əzabı çəksəniz də asan olacaq. İnanmıram. Bəli, bu belədir. İndi mən ancaq işlədiyim vaxt yaxşı oluram. O yenə döşəməyə baxmağa başladı. Bu keçib gedəcək. Yox, hələ iki şey də var ki, mən onları sevirəm. Biri mənim işimə zərər yetirir, o biri isə mənim yarım saat və ya 15 dəqiqə vaxtımı alır. Bəzən də az. Bəzən lap az. Bəlkə də mənim müvəffəqiyyətlərim olub, baby. Axı siz bilmirsiniz, lakin mən bu iki şeyi və öz işimi bilirəm. Başqa şey də bilərsiniz. Yox, biz heç vaxt heç bir şey bilmirik. Bizdə nə varsa o cürdə doğuluruq və daha heç bir şey öyrənmirik. Biz heç vaxt yeni bir şey öyrənmirik. Biz öz yolumuzu kamil halda başlayırıq. Bəxtiniz gətirib ki, siz Romalı deyirsiniz. Heç bir Romalı mövcud deyil. Baxın, bu Romalının mülahizələridir. Siz öz nöqsanlarınız ilə fəxr edirsiniz. Rinaldi gözlərini qaldırıb gülümsədi. Hə, bəsdir, baby. Fikir söyləməkdən yoruldum. O hələ otağa girəndə də yorğun görünürdü. İndi nahar olacaq. Şadam ki, siz qayıtdınız. Siz mənim ən yaxşı dostum və silah qardaşımsınız. Silah qardaşları nə vaxt nahar edəcəklər, soruşdum. İndi bir dəfə də sizin qaraciyərinizin sağlığına içək. Bu nədir? Apostol Paveldən gəlir. Siz dəqiq deyirsiniz. Orada şərab və mədə var idi. Mədənin xeyri üçün şərabın dadına baxın. Necə istərsinizsə, dedim. Nəyin xatirinə istərsinizsə? Rinaldi, sizin sevgilinizin sağlığına, dedi. O öz stəkanını qaldırdı. Qəbul edirəm. Mən onun haqqında daha heç bir şey deməyəcəyəm. Özünüzü məcbur eləməyin. O kanyakın hamısını içdi. Mənim ürəyim safdır, dedi. Mən də sizin kimiyəm, baby. Mən də özümə ingilis qızı tapacağam. Daha doğrusu sizin qızınızla birinci mən tanış olmuşdum. Ancaq o məndən ötürü çox hündür idi və ucaboy qızı bacılığa o təntənə ilə söylədi. Siz saflıq mücəssiməsisiniz, dedim. Məgər doğru deyil, elə buna görə də Pak Rinaldi adlandırırlar. Murdar Rinaldi. Hə, yaxşı, baby, nə qədər ki öz paçlığımı itirməmişəm, gedək nahar eləməyə. Mən əl-üzümü yudum, saçımı daradım və yenə aşağı düşdük. Rinaldi azca sərxoş idi. Yeməkxanada nahar üçün hələ hər şey hazır değildi. Rinaldi gedib kanyak gətirim, dedi. O yuxarı qalxdı. Mən stolun arxasına keçdim və o butulka ilə qayıtdı. Özü üçün və mənim üçün yarım stəkan kanyak tökdü. Lap çoxdur, deyərək stəkanımı stolun ortasında qoyulmuş lampanın işığına tutub baxdım. Boş mədə üçün çox deyil, gözəl şeydir. İçərini tamam yandırır. Sizin üçün bundan da pis şey düşünüb tapmaq olmaz. Nə olar ki? Müntəzəm olaraq özünü məhv etmə, Rinaldi dedi. Mədəni korlar və əllərin əsməsinə səbəb olur. Cərrah üçün ən münasib şeydir. Siz mənə məsləhət görürsünüz. Siz ürəkdən, başqa şey özüm də içmirəm. Baby, bunu için və xəstələnməyə hazırlaşın. Mən yarısını içdim dəhlizdə. Şorba hazırdır. Çağıran çaparın səsi eşidildi. Mayor içəri girdi. Başı ilə bizi salamlayıb oturdu. Stol arxasında o çox balaca göründü. Daha heç kəs yoxdur, soruşdu. Çapar şorba kasasını onun qabağına qoydu və o dərhal dolu nimçə çəkdi. Heç kəs, Rinaldi cavab verdi. Gəlsə keşiş gələr. Əgər bilsə ki, Federico buradadır, indi gəlmişdi. O hardadır, soruşdu. 307-cidə, mayor cavab verdi. Onun başı şorbaya qarışmışdı. O ağzını silərək yuxarı eşirmiş çalbıqlarını səliqəyə saldı. Bəlkə gəldi, mən oradaydım. Məktub qoydum ki, siz gəlmisiniz.
Əvvəllər yeməkxanada daha çox səs-küy olur dedim. Mayor, bəli, indi bura sakitlikdir dedi. İndi mən səs salacağam, Rinaldi dilləndi. Mayor dedi, Enrico, şərab için. O mənim stəkanımı doldurdu, spagetti gətirdilər və biz yeməyə başladıq. Keşiş içəri girəndə biz spagettini yeyib qurtardıq. O yenə də əvvəl kimi balaca, qara və səliqəli idi. Mən ayağa durdum və biz bir-birimizi əlini sıxdıq. O əlini çiynimə qoydu. Eşidən kimi gəldim, dedi. Mayor, oturun dedi, siz gecikmisiniz. Axşamınız xeyir keşiş, Rinaldi dedi. Axşamınız xeyir Rinaldi, keşiş cavab verdi. Çapar onun üçün şorba gətirdi, lakin o dedi ki, əvvəlcə spagetti yeyəcək. Səətiniz necədir? O məndən soruşdu. Çox yaxşıdır dedim. Burada təzə nə var? Rinaldi, keşiş şərab için, dedi. Mədənizin xeyri üçün şərabın dadına baxın. Bilirsinizmi, bu söz Apostol Pavel'dən qalmışdır. Bəli, bilirəm, keşiş nəzakətlə cavab verdi. Rinaldi onun stəkanını doldurdu. Rinaldi, bu Apostol Pavel'e nə deyim, söylədi. Hər şeyin səbəbkarı elə odur. Keşiş mənə baxıb gülümsədi. Mən görürdüm ki, istehza daha onun vecinə gəlmir. Bu Apostol Pavel'e nə deyim? Rinaldi yenə təkrar etdi. Özü şorgöz və ərbatbaz olub. Qüvvəsi tükənən kimi bunu haram qoyurub. Özünün əlinə heç bir şey gəlməyəndə hələ canında su olanlara nəsiyyətə başlayıb. Belə deyilmi, Federico? Mayor gülümsündü. Bu vaxt biz qızartma yeyirdik. Gün batandan sonra mən heç vaxt müqəddəsləri tənqid etmirəm, dedim. Keşiş başını qaldırdı və mənə baxıb gülümsündü. Budur, indi o da keşişinin tərəfinə keçib, Rinaldi söylədi. Bəs bu köhnə gözəl adam oynadanlar hanı? Cavalcanti hanı? Burundi hanı? Cezere hanı? Bu bədbəxt keşişə elə təkcə mən, heç kəsin köməyi olmadan sataşmalı olacağam? Mayor, o yaxşı keşişdir, dedi. O yaxşı keşişdir, Rinaldi cavab verdi. Amma hər halda keşişdir. Mən çalışıram ki, yeməkxanada yenə hər şey əvvəlki kimi olsun. Mən istəyirəm ki, Federico'ya kef verim. Ay sizi keşiş. Mən gördüm ki, mayor ona baxır və başa düşür ki, o sərxoşdur. Onun artıq üzü ağappaq idi. Ağ alnı üstündən saçları qapqara görünürdü. Eybi yoxdur, Rinaldi, keşiş dedi. Eybi yoxdur. Rədd olun, Rinaldi dedi. Hamınız rədd olun. O kürəyini stulun arxasına söykədi. O çox işləyib və yorulub deyərək mayor mənə müraciət etdi. O əti yeyib qurtardı və çörəyin qırığı ilə şorbanın yağını nimçədən sıyırdı. Rinaldi üzünü stola tutub, tüpürüm sizə dedi. Ümumiyyətlə hər şey və hamı cəhənnəm olsun. O qəzəblə ətrafına baxdı, gözləri tutqun idi. Sifəti solğunlaşmışdı. Yaxşı dedim. Hər şey və hamı cəhənnəm olsun. Yox, Rinaldi dedi. Bu cür olmaz, bu cür olmaz. Deyirlər sizə bu cür olmaz. Zülmət və boşluq daha heç bir şey yoxdur. Eşidirsinizmi? Daha heç bir şey yoxdur. Heç bir şey işləməyəndə mən bunu başa düşürəm. Keşiş başını tərpətdi. Çapar qızartmanı yığışdırıb apardı. Siz niyə ət yeyirsiniz? Rinaldi keşişə tərəf döndü. Məgər bilmirsiniz ki, bu gün cümədir? Bu gün cümə axşamıdır, keşiş cavab verdi. Yalandır. Bu gün cümədir. Siz xilaskarın ətini yeyirsiniz. Bilirəm, bu ölmüş Avstriyalının ətidir. Bax gör nə yeyirsiniz. Ağ ət zabit ətidir deyərək köhnə zarafatı yadıma saldım. Rinaldi güldü. O stəkanını ağzına kimi doldurdu. Mənə qulaq asmayın, dedi. Mən biraz ağlımı itirmişəm. Keşiş, sizə məzuniyyətə getmək lazımdır, dedi. Mayor məzəmmətlə başını tərpətdi. Rinaldi keşişə baxdı. Sizcə mənə məzuniyyətə getmək lazımdır? Mayor keşişə baxaraq məzəmmətlə başını yırğaladı. Rinaldi də keşişə baxırdı. Keşiş, özünüz bilərsiniz, dedi. Əgər istəmirsinizsə lazım deyil. Rədd olun, Rinaldi dedi. Onlar məndən yaxa qurtarmaq istəyirlər. Hər axşam onlar məndən yaxa qurtarmaq istəyirlər. Necə bacarıramsa o cürdə özümə müdafiə edirəm. Əgər məndə bu varsa nə eləyim? Bu hamıda var. Bu bütün dünyada var. O mühasirətçi ahəngi ilə davam etdi. Əvvəlcə ancaq balaca sızaq olur. Sonra biz sinəmizdə səpmə görürük. Sonra biz daha heç bir şey görmürük. Biz bütün ümidimizi civəyə bağlayırıq. Ya da salvarsana. Mayor sakitcə onun sözünü kəsdi. Civə preparatına, Rinaldi davam etdi. İndi o həvəslə danışırdı. Mən daha yaxşı şey bilirəm. Mehriban, gözəl keşiş, dedi. Sizdə bundan heç vaxt olmayacaq. Baby Daisy olacaq. Bu istehsalat qəzasıdır. Bu lap istehsalatdakı qəzadır. Çapar desert və qəhvə verdi. Şirin yeməyə çörək pudingi kimi üstü şirəli nəysə verildi. Lampa hiss edirdi. Qara hissi şüşənin üzərinə yatırdı. Şamları bura verin, lampanı götürün, mayor dedi. Çapar nərbəkə yapışdırılmış 2 yanan şam gətirdi və lampanı apararaq yolda üfləyib söndürdü. Rinaldi sakitləşdi. O elə bil özünə gəlmişdi. Biz hamımız söhbət edirdik. Qəhvə içdikdən sonra vestibülə çıxdıq. Mən şəhərə getməliyəm, Rinaldi söylədi. Gecəniz xeyrə qalsın, keşiş.
Gecəniz xeyrə qalsın Rinaldi, keşiş cavab verdi. Rinaldi, Freddy, hələ görüşəcəyik dedi. Hə dedim, biraz tez gəlin. O üzünü turşutub çıxdı. Mayor bizimlə yanaşı durmuşdu. O çox yoruldu və çox əsəbidir dedi. Bir də o elə bilir ki, sifilistir. İnanmıram, amma mümkündür. O sifilisdən müalicə olunur. Gecəniz xeyrə qalsın Enrico. Siz sübhdən yola düşəcəksiniz. Bəli. Hə, xudahafiz dedi. Yaxşı yol. Peduzzi sizi oyadar və sizinlə bərabər gedər. Xudahafiz. Xudahafiz. Deyirlər ki, Avstriyalılar hücuma hazırlaşırlar, amma inanmıram ki, inanmaq istəmirəm. Hər halda burada olmayacaq. Cino hər şey sizə danışar. İndi telefon rabitəsi qaydada salınıb. Mən tez-tez zəng vuracağam. Mütləq gecəniz xeyrə qalsın. Qoymayın Rinaldi çox içsin. Çalışaram. Gecəniz xeyrə qalsın keşiş. Gecəniz xeyrə qalsın. O öz kabinetinə getdi. 26-cı fəsil. Mən qapıya yanaşıb küçəyə baxdım. Yağış kəsmişdi, amma sıx duman idi. Bəlkə mənim otağımda oturaq, keşişə təklif etdim. Ancaq mən çox tez getməliyəm. Fərqi yoxdur, gedək. Biz pilləkənlərlə qalxdıq və mənim otağıma keçdik. Mən Rinaldinin yatağına uzandım. Keşiş çaparın mənim üçün hazırladığı çarpayda oturdu. Otaq qaranlıq idi. Deyin görüm, hər halda özünüzü necə hiss edirsiniz? O soruşdu. Yaxşıyam, ancaq bugün yorulmuşam. Mən də yorulmuşam, ancaq elə bil heç bir şey etməmişəm. Müharibədə nə var, nə yox? Mənə elə gəlir ki, müharibə tezliklə qurtaracaq. Bilmirəm nədəndir, amma mən belə hiss edirəm. Bu hiss sizdə hardandır? Siz gördünüzmü mayor necə dəyişib, elə bil sakitləşib. İndi çoxları belədir. Mən özüm də eləyəm, dedim. Keşiş, yay çox dəhşətli keçdi, dedi. Onda mənim əvvəllər hiss etmədiyim bir inam əmələ gəlmişdi. Siz nə olduğunu təsəvvür edə bilməzsiniz, ancaq orada olan bunu təsəvvür edə bilər. Bu yay çoxları başa düşdü ki, müharibə nə deməkdir. Elə bil başa düşməyə qabil olmayan zabitlər də indi başa düşüblər. Nə baş verməlidir ki? Mən əlimi adyalın üstə çəkdim. Bilmirəm, amma mənə elə gəlir ki, bu cür çox davam edə bilməz. Bəs nə olacaq? Vuruşmaqdan əl çəkəcəklər. Kim? Onlar da, o birlər də. Ümid edək, dedim. Siz buna inanmırsınız? Mən inanmıram ki, birdən-birə həm onlar, həm də o birlər vuruşmaqdan əl çəksin. Hə, əlbəttə, bu lap yaxşı olardı, lakin adamların başına gələnləri görəndə mənə elə gəlir ki, bu cür davam edə bilməz. Yay kampaniyasını kim utdu? Heç kəs. Avstriyalılar utdu, dedim. Onlar San Gabrielini İtalyanlara vermədilər. Onlar utdular. Onlar vuruşmaqdan əl çəkməyəcəklər. Əgər onların da əhvalı bizimki kimidirsə, əl çəkə bilərlər. Axı onlar da bütün bu müsibəti görüblər. Müharibəni udan heç vaxt vuruşmaqdan əl çəkmir. Siz məni ruhdan salırsınız. Nə düşünürəmsə onu deyirəm. Deməli siz elə güman edirsiniz ki, müharibə davam edəcək, heç bir şey olmayacaq? Bilmirəm, amma belə güman edirəm ki, madam Avstriyalılar qələbə çalıblar, onlar döyüşü dayandırmazlar. Məğlubiyyət bizi xristian edir. Axı Bosniyalılar istisna olunmaqla, Avstriyalılar onsuz da xristiandırlar. Mən xristian dinindən danışmıram, mən xristian ruhundan danışıram. O sustu. Biz hamımız sakitləşdik, çünki məğlubiyyətə uğramışıq. Əgər Pyotr İsanı Gevsiman bağında xilas etsəydi, kim bilir İsa necə olardı? Elə o cür olardı. İnanmıram, dedim. Siz məni ruhdan salırsınız, o təkrar etdi. Mən inanıram ki, nəsə baş verməlidir və bundan ötürü dua edirəm. Mən onun necə yaxınlaşdığını hiss edirəm. Bəlkə də bir şey baş verəcək, dedim. Amma yalnız bizimlə. Əgər onların da əhvalı bizimki kimi olsaydı, onda başqa məsələ. Lakin onlar bizi əziblər. Onların əhvalı başqa cürdür. Əskərlərin çoxu həmişə bu əhvalda olub. Bu heç də ona görə deyil ki, onlar əzilmişlər. Onlar lap əvvəlcədən əzilmişlər. Torpağını ayırıb əyinlərinə əskər forması geydirəndən onlar əzilmişlər. Bəs kəndli nəyə görə müdrikdir? Ona görə ki, lap əvvəlcədən məğlubiyyətə düçar olmuşdur. Ona hakimiyyət verin. Onda görərsiniz ki, o həqiqətən müdrikdir. O heç bir söz demədi. O düşünürdü. Mənim də ürəyim ağrıyır, dedim. Buna görə də belə şeyləri düşünməyə çalışıram. Mən bunları fikirləşmirəm. Ancaq bu cür söhbətə başlayan kimi bunlar öz-özünə fikrimə gəlir. Axı mən nəyə isə ümid bəsləyirdim. Məğlubiyyətə? Yox, daha böyük bir şeyə. Daha böyük bir şey yoxdur. Ancaq qələbə ola bilər, amma bundan da pis ola bilər.
Uzun müddət mən qələbəyə ümid bəsləyirdim. Mən də, indi isə özüm də bilmirəm. Bir şey olmalıdır. Ya qələbə, ya məğlubiyyət. Mən daha qələbəyə inanmıram. Mən də inanmıram, ancaq mən məğlubiyyətə də inanmıram. Bəlkə bu daha yaxşı olardı. Bəs siz nəyə inanırsınız? Yuxuya, dedim, o qalxdı. Bağışlayın ki, mən bu qədər vaxtınızı aldım. Amma sizinlə söhbət etməkdən çox xoşum gəlir. Sizinlə söhbət etmək mənim üçün də xoşdur. Yuxu barəsində mən elə-belə zarafatla dedim. Mən durdum və biz qaranlıqda əl verərək xudahafizləşdik. O, indi mən 307-də gecələyərəm, dedi. Sabah səhərdən mən posta yola düşürəm. Siz qaydanda görüşərik. Onda gəzib söhbət edərik. Mən onu qapıya kimi yola saldım. Düşməyin, dedi. Sizin yenidən burada olmağınız çox xoşdur, halbuki bu sizin üçün o qədər də xoş deyil. O əlini çiynimə qoydu. Mənim üçün bu pis deyil, dedim. Gecəniz xeyrə qalsın. Gecəniz xeyrə qalsın, Ciao. Ciao, dedim. Yatmaqdan ötürü lap ölürdüm. 27-ci fəsil. Rinaldi gələndə oyandım, ancaq o danışmadı və mən yenə yatdım. Səhər hələ sübh açılmamışdan geyinib yola düşdüm. Mən otaqdan çıxanda Rinaldi oyanmadı. Mən əvvəllər Bayinzitsanı heç vaxt görməmişdim və indi vaxtilə yaralandığım sahil ilə getmək və sonra da hələ yayda Avstriyalıların əlində olan yamacla qalxmaq adama qəribə gəlirdi. Orada təzə salınmış yol dik yoxuş idi və bu yol ilə çoxlu yük maşını gedirdi. Daha yuxarıda yamac az enişli idi və mən oradan duman içində olan meşəni və dik təpələri görürdüm. Bu meşələr qəfildən alınmışdı və bunları məhv etmək üçün vaxt olmamışdı. Daha irəlidə təpələrin yolun qabağını kəsmədiyi yerlərdə yol yandan və üstdən həsirlərlə gizlədilmişdi. Yol dağıdılmış kiçik kəndə kimi gedib çıxırdı. Mövqelər buradan başlanırdı. Hər tərəfdə çoxlu toplar var idi. Evlər yarı uçuq idi. Amma hər şey çox yaxşı düzəldilmişdi və hər tərəfdən yazılı lövhələr asılmışdı. Cin onu axtarıb tapdıq və o bizi qəhvəyə qonaq etdi. Sonra mən onunla birlikdə bayıra çıxdım. Biz bəzi adamları gördük və postlara baxdıq. Cino dedi ki, İngilis maşınları irəlidə, Ravnedə işləyir. O İngilislərə yaman heyran olmuşdu. O dedi ki, ara bir atışma olur, ancaq yaralı çox deyil. İndi yağışların başladığı bir dövrdə xəstə çox olacaq. Deyirlər ki, Avstriyalılar hücuma hazırlaşırlar, amma o buna inanmır. Deyirlər ki, biz də hücuma hazırlaşırıq, ancaq heç bir əlavə qüvvə gəlməyib. Buna görə də buna az inanmaq olar. Ərzaq məsələsi pisdir və Qarsiyadan bir şey yeyə bilsə şad olardı. Dünən mənə naharı nə verdilər? Mən ona söylədim və o hesab etdi ki, çox gözəldir. Xüsusən Dolce ona təsir elədi. Şirin şey. Mən təfərrüatı ilə söyləmədim. Eləcə dedim ki, Dolce vardı. Odur ki, görünür o çörək pudinqindən daha ləziz bir şey təsəvvür etdi. Onun hara gedəcəyini bilirəmmi? Dedim ki, bilmirəm. Amma maşınların bu hissəsi Caporetto'dadır. O, ora həvəslə gedərdi. Bu çox qəşəng şəhərdir və şəhəri əhatə edən hündür dağlar onun xoşuna gəlir. O yaxşı oğlan idi və hamı onu sevirdi. O dedi ki, əsl cəhənnəm San Gabrieldə və hücum zamanı Lomedə idi. Bu hücum da pis qutardı. O dedi ki, bütün Ternova sıra dağları boyunca bizdən arxada və yuxarıdakı meşələr Avstriya topları ilə doludur və gecələr yol şiddətli atəşə tutulur. Onların dəniz topları bateriyası var. Bu toplar onun əsəblərini pozur. Bunları mərminin alçaqdan uçması ilə ayırt etmək olar. Yaylım atəşini eşidən kimi vıyıltı başlayır. Adətən iki top bir-birinin ardınca birdən atəş açır. Partlayış zamanı iri qəlpələr səpələnir. O mənə belə bir qəlpə göstərdi. Bu 1 fut uzunluğunda diş-diş olmuş metal parçası idi. Metal babitdə oxşayırdı. Cino, inanmıram ki, bunlar yaxşı bir nəticə versin, dedi. Ancaq mən bunlardan dəhşətə gəlirəm. Onların elə səsi var ki, elə bir baş sənin üstünə gəlir. Əvvəlcə gürültü, sonra da o saat vıyıltı və partlayış eşidilir. Bu vaxt qorxudan öldüyün halda yaralanmadın nə ləzzətdir. O dedi ki, bizim qarşımızda indi Kroatların və Macarların polkları durur. Bizim qonşular hələ də hücum vəziyyətindədirlər. Əgər Avstriyalılar hücuma keçsələr, geri çəkilməyə yeri yoxdur. Yaylanın arxasından başlayan alçaq dağlarda müdafiə mövqeləri üçün gözəl yerlər var, lakin bunları hazırlamaqdan ötürü bir iş görülməyib.
Yaxşı, bəs Bayezidsa mənə necə təsir bağışladı? Mən elə bilirdim ki, bura daha alçaqdır, yaylaya daha çox bənzəyir. Mən bilmirdim ki, bu yer belə dərə-təpədir. Piano yox, alto piano. Düzənlik yox, yayla. Cino dedi. Biz onun yaşadığı evin zirzəmisinə endik. Mən dedim ki, zənnimcə, əgər təpələrin başı yastıdırsa və azca dərin yerləri varsa, oranı əldə saxlamaq xırda təpələrdən asan və əlverişli olar. Dağlarda hücuma keçmək düzən yerdəkindən çətin deyildir, deyə mən təkid edirdim. Baxır hansı dağlardır, o dedi. Elə San Gabrieleni götürün. Bəli, dedim. Yaslı zirvəli təpədə çox çətin olub. Təpənin başına nisbətən asan qalxıblar. O qədər də asan yox, dedi. Ola bilsin, dedim. Amma hər halda bu nadir hadisədir, çünki bura dağdan çox qala idi. Avstriyalılar uzun illər oranı möhkəmləndirmişdilər. İstədim deyəm ki, irəli hərəkətlə əlaqədar olan hərbi əməliyyatlar zamanı təpələr silsiləsini cəbhə xətti tutmağın taktiki əhəmiyyəti yoxdur. Çünki dağları yandan ötüb keçmək çox asandır. Burada maksimum manevr lazımdır, dağlarda isə manevr etmək çətindir. Bir də yuxarıdan aşağı atəş açanda güllə həmişə hədəfdən uzağa düşür. Cinahlar geri çəkiləndə ən yaxşı qüvvələr lap uca zirvələrdə qalır. Mən dağ müharibəsinə inanmıram. Mən bu barədə çox fikirləşmişəm, dedim. Biz bir dağda oturub qalırıq, onlar da o biri dağda. Əməlli başlı bir şey başlayanda o da o biri də aşağı enməli olacaqlar. Əgər sərhəd dağlardan keçirsə, bu halda nə etmək olar? O soruşdu. Mən dedim ki, hələ fikirləşməmişəm və hər ikimiz güldük. Dedim ki, amma keçmişlərdə Avstriyalıları həmişə Verona qalaları arasındakı 4 bucaqda vurublar. Düzənə enməyə imkan verəndən sonra orada onları əziblər. Hə, Cino dedi, lakin onlar fransızlar idi. Əgər döyüşü özgə ərazisində aparırsansa, strateji problemlər həmişə asan həll olur. Bəli, deyərək razılaşdım. Öz vətənində bu işə xalis elmi yanaşmaq olmaz. Ruslar bunu ona görə elədilər ki, Napoleonu tələyə salsınlar. Elədir, amma gör Rusların nə qədər torpağı var. Napoleonu cəlb etmək üçün görün heç İtaliyada geriyə çəkilə bilərsiniz və bir də ayrılacaqsınız ki, Brindiziyə gəlib çıxmısınız. Murdar şəhərdir, Cino dedi. Siz heç orada olmusunuz? Ancaq yol üstü. Cino, mən vətənpərvərəm, dedi. Ancaq Brindizini və ya Qarantonu sevə bilmirəm. Bəs Bayezidsanı sevirsinizmi? Soruşdum. Ora müqəddəs torpaqdır, dedi. Lakin mən istərdim ki, ora daha çox kartof verəydi. Bilirsinizmi, biz bura gəlib çıxanda Avstriyalılar tərəfindən əkilmiş kartof tarlalarına rast gəldik. Necə? Burada ərzaq məsələsi doğrudanmı bu qədər pisdir? Soruşdum. Mən özüm bir dəfə də doyunca yeməmişəm. Amma mənim iştaham çox yaxşıdır. Bununla belə ac qalmalı da olmamışam. Zabitlərin yeməkləri yaxşı deyil. Ön mövqelərdə yaxşı yedizdirirlər, arxa xəttdə isə pisdir. Həmişə hardasa nəyəsə qaydada olmur. Ərzaq kifayət qədər olmalıdır. Möhtəkirlər onu kənara satırlar. Ön mövqelərdə olan batalyonlara nə mümkündürsə verirlər. Arxaya yaxın olanları işi isə çətindir. Bütün Avstriya kartofunu və yaxın meşəliklərdəki şabaldın hamısını yeyib qurtarıblar. Daha yaxşı yedirtmək lazımdır. Bizim hamımızın yaxşı iştahası var. Mən əminəm ki, ərzaq kifayət qədərdir. Ərzaqlara ərzaq çatmayanda çox pis olur. Bunun düşüncə tərzinə necə təsir göstərdiyini hiss etmişsinizmi? Bəli, dedim. Bu qələbəyə səbəb olmaz, amma bəlkə məğlubiyyət gətirdi. Məğlubiyyətdən danışmayaq, məğlubiyyət haqqında söhbət onsuz da çox gedir. Ola bilməz ki, bu yay baş verən hadisələrin hamısı nahaq olsun. Mən sustum. Müqəddəs, şərəfli, qurban sözləri və baş verən ifadəsi həmişə məni pərt edir. Biz bu sözləri bəzən yağış altında dayanarkən elə bir məsafədən eşidirik ki, ancaq ucadan deyilən ayrı-ayrı sözlər bizə gəlib çatırdı və bu sözləri həmçinin plakatlarda oxuyurduq. Bəzən afiş yapışdıranlar bu plakatları o biri plakatların üstündən yapışdırırlar. Amma mən heç bir müqəddəslik görmürdüm. Şərəfli sayılanların isə şərəflə ləyaqətlə yox idi. Qurbanları da ki, daha çox Chicago sallaxanalarında xatırladırdı. Fərqi bunda idi ki, əti burada yerə bastırırdılar. Eşitməkdən iyrəndiyimiz sözlər çox idi və nəhayət ancaq yerlərin adı öz etibarı ilə ləyaqətini saxlamışdı.
Bəzi nömrələr və günlərin tarixi də ləyaqətini saxlamışdı, ancaq bunların və yerlərin adını hələ də bir məna ilə çəkmək olardı. Şərəf, igidlik, şücaət və ya müqəddəs yer kimi mücərrəd sözlərin, kəndlərin konkret adları, yolların nömrələri, çayların adları, polkların adları və günlərin tarixi ilə yanaşı durmağa ləyaqəti yox idi. Cino vətənpərvər idi. Buna görə də bəzən onun dedikləri bizi bir-birimizdən uzaqlaşdırırdı, amma o yaxşı oğlan idi və mən onun vətənpərvərliyini başa düşürdüm. O vətənpərvərliklə əkiz doğulmuşdu. O Gorisiyaya getmək üçün Pedutsi ilə birlikdə maşına mindi. Bütün gün tufanlı keçdi. Külək yağışı vurub gətirir və hər yer gölməçə və palçıq olurdu. Uçuq divarların malası boz və yaş idi. Axşamçağı yağış kəsdi və 2 nömrəli postdan baxaraq mən su içində olan çılpaq payız torpağını, təpələrin başını bürüyən buludlar və yol boyu üstündən su süzülən külək həsirləri gördüm. Günəş batmamışdan əvvəl bir dəfə göründü və dağın təpəsindən o tərəfdəki çılpaq meşəni işıqlandırdı. Bu təpədəki meşədə çoxlu Avstriya topu var idi, amma hamı atmırdı. Mən yaxınlığımdan cəbhə xətti keçən dağıdılmış fermanın üstündəki səmada birdən ştabnet tüstüsünün burularaq qalxdığına baxırdım. Ortasında ağ-sarı alov olan yüngül tüstü burumları alov görünürdü. Sonra gürültü eşidildi. Sonra tüstü topası uzanaraq küləyin təsiri ilə seyrəlirdi. Xarabalıqların arasında və postun yerləşdiyi dağıdılmış evin yanındakı yola çoxlu şrapnel gülləsi tökülmüşdü. Amma post həmin axşam atəşə tutulmurdu. Biz 2 maşınla yükləyib yaş həsirlərlə gizlədilmiş yol ilə getdik. Günün son şüaları həsirlərin arasında süzülməkdə idi. Biz açıq yola çıxanda günəş artıq batmışdı. Biz açıq yol ilə getdik və döngəni ötüb keçəndən sonra yenə küləşdən düzəldilmiş tunelin kvadrat şəkilli qübbələri altına girdik. Bu vaxt təzədən yağış başladı. Gecə külək bərkidi. Səhər saat 3-də leysan yağış altında atəş başladı. Kroatlar dağ çəmənliklərindən keçərək birbaş bizim mövqələrin üstünə gəldilər. Onlar qaranlıqda yağış altında vuruşurdular və 2-ci xəttin səngərlərində olan və qorxudan cəsarətlənmiş əsgərlərin əks həmləsi ilə geri oturdurdular. Mərmilər partlayır, yağış altında fişənglər havaya qalxır, bütün cəbhə xətti boyunca pulemyot və tüfəng atəşi kəsilmirdi. Onlar yaxınlaşmağa daha cəhd etmirdilər və ətrafı sakitlik bürüdü. Küləyin və yağışın səsi arasından uzaqdan şimal tərəfdən topların uğultusunu eşidirdik. Posta yaralılar gəlirdi. Bəzilərini xərəklərlə gətirirdilər, bəziləri özləri gəlirdi və o biriləri isə döyüş meydanından qayıdan yoldaşlarını çiyinlərində gətirirdilər. Onlar iliklərinə kimi islanmışdılar və qorxudan özlərinə gəlmirdilər. Biz 2 maşın ağır yaralı yığdıq. Onlar postun yerləşdiyi evin zirzəmisində uzanmışlar və mən 2-ci maşının qapısını çırpanda və dəstəyi vuranda üzümə qar lopaları düşdü. Qar yağışla birlikdə ağır-ağır və lopa-lopa yağırdı. İşıqlaşanda tufan hələ davam edirdi, ancaq artıq qar yox idi. Qar nəm torpaqda ərimişdi və indi yenə yağış yağırdı. Sübh vaxtı bizə bir daha hücum etdilər, ancaq müvəffəqiyyət qazanmadılar. Biz bütün günü hücum gözlədik, amma günəş batana kimi sakitlik oldu. Atəş cənubda, xırda meşəlikdə örtülmüş uzun dağ təpəsindən Avstriya toplarının cəmləşdiyi yerdən başladı. Biz də atəş gözləyirdik, lakin olmadı. Qaranlıq düşürdü, toplarımız kəndin dalındakı tarlalarda idi və bunların mərmilərinin vıyıltısı bizi sanki sakitləşdirirdi. Biz öyrəndik ki, cənubdakı hücum müvəffəqiyyətsiz olmuşdu. Həmin gecə yenidən hücum olmadı. Ancaq biz öyrəndik ki, şimalda cəbhə yarılıb. Gecə bizə xəbər verdilər ki, geri çəkilməyə hazırlaşaq. Bunu mənə kapitan dedi. O məlumat briqadanın qərargahından alınmışdı. Biraz keçmiş o telefondan ayrılaraq gəldi və dedi ki, bunların heç biri doğru deyil. Qərargaha əmr verilmişdir ki, Bayinzitsadakı mövqeləri necə olursa olsun əldə saxlasın. Mən cəbhənin yarılması barədə soruşdum və o mənə söylədi ki, qərargahda deyildiyinə görə güya Avstriyalılar Caporetto istiqamətində 27-ci ordu korpusunun cəbhəsini yarıblar. Şimalda dünən bütün günü şiddətli döyüşlər gedib. Əgər bu it uşağı onları buraxsa, evimiz yıxıldı dedi. Hücumu edən almanlardır. Həkimlərdən biri dedi. Almanlar sözü vahimə yaradırdı. Biz heç cür istəmirdik ki, almanlarla qarşılaşaq. Həkim, orada 15 Alman diviziyası var dedi.
Onlar yarıb keçiblər. Bizim yolumuz kəsiləcək. Briqadanın qərargahına deyirlər ki, biz bu mövqeləri saxlamalıyıq. Deyirlər ki, cəbhənin yarılması ciddi deyil. Biz inti Monte Majore'dən dağlar boyu cəbhə xəttini saxlayacağıq. Bu məlumatı hardan alıblar? Diviziyanın qərargahından. Geri çəkilməyə hazırlaşmağı da diviziya qərargahından deyiblər. Bizim rəisimiz ordu qərargahıdır dedim. Amma burada mənim rəisim sizsiniz. Əgər siz mənə əmr etsəniz, gedərəm. Ancaq dəqiq müəyyən edin, görək əmr necədir? Əmr belədir ki, biz burada qalmalıyıq. Sizin işiniz yaralıları bölgü məntəqəsinə daşımaqdır. Bəzən biz bölgü məntəqələrindən səhra hospitallarına da daşımalı oluruq, dedim. Mən heç vaxt geriyə çəkilməyə görməmişəm. Deyin görüm, əgər geriyə çəkilməyə başlasalar, bütün yaralıları necə köçürürlər? Hamını köçürmürlər, nə qədər mümkündür o qədər köçürürlər, qalanını isə qoyub gedirlər. Mən öz maşınlarımızda nə aparmalıyam? Hospital avadanlığı, aydındır, dedim. O biri gecə geri çəkilməyə başlandı. Məlum oldu ki, Almanlar və Avstriyalılar şimalda cəbhəni yarıblar və dağ dərələri ilə Civadelə və Udinə üzərinə gəlirlər. Yağışın altındakı mütəşəkkir, qəmgin və sakitcə geri çəkilirdik. Gecə dolu yol ilə yavaş-yavaş hərəkət edərək qoşunun yağış altında necə getdiyini görürdük. At qoşulmuş toplar və arabalar, qatırlar, yük maşınları irəliləyirdi və bütün bunların hamısı cəbhədən çəkilirdi. Qayda qanun irəli gedərkən olduğundan çox pozulmurdu. Həmin gecə yaylada salamat qalmış kəndlərdə qurulan səhra hospitallarının boşaltmağa kömək etdik və yaralıları Plavaya daşıdıq. Sabahı isə bütün gün yağışın altında gedib gələrək Plavadan hospitalları və bölgü məntəqəsini köçürdük. Yağış fasiləsiz yağırdı. Banizitsa ordusu oktyabr yağışının altında yayladan inərək bu ilin yazında ilk böyük qələbələr qazanılmış yerdə çay keçirdi. O biri gün günorta çağı biz Qarissiyaya gəldik. Yağış dayanmışdı və şəhər demək olar ki, boş idi. Küçədən keçərkən biz əskər fahişəxanasından olan qızların yük maşınına mindirildiyini gördük. 7 qız idi və onların hamısı şlyapa və palto geyinmişdi. Əllərində kiçik çamadanlar vardı. Onlardan ikisi ağlayırdı, üçüncüsü bizə baxıb gülümsüdü. Dilini çıxartdı. Onun qalın şişkin dodaqları və qara gözləri vardı. Mən maşını saxlayıb çıxdım və sahibə ilə danışdım. O dedi ki, zabitlərin fahişəxanasında olan qızlar səhər tezdən gediblər. Onlar hara gedirlər? O dedi ki, Corneliona'ya. Yük maşını tərpəndi. Qalın dodaqlı qız yenə dilini çıxarıb bizə göstərdi. Sahibə əlini yerlədi. İki qız ağlamaqda davam edirdi. O biriləri maraqla şəhərə baxırdılar. Mən yenə maşına oturdum. Bonello, biz də onlarla getsəydi yaxşı olar, dedi. Səfərimiz şən keçərdi. Səfərimiz onsuz da şən olacaqdır, dedim. Səfər zamanı it əzabı çəkəcəyik. Mən də elə bunu nəzərdə tuturdum, dedim. Maşını bizim villaya gedən xiyabana sürdük. İstərdim ki, bu gözəlləri yerbəyer edəndə və onların işlərinə başlayanda yanlarında olaydım. Siz elə bilirsiniz ki, onlar dərhal işə başlayacaqlar. Bəs necə? İkinci orduda bu sahibəni tanımayan var. Biz artıq villanın qarşısındaydıq. Ona rahibələrin anası deyirlər, Bonello söylədi. Qızlar təzədir, ona isə hamı tanıyır. Görünür, onları geri çəkilmə ərəfəsində gətiriblər. İndi biraz zəhmət çəkərlər. Elə mən də deyirəm ki, zəhmət çəkərlər. İstərdim ki, onlarla müftəcə elənim. Onlar o evlərdə adamı lap soyurlar. Dövlət bizi aldadır. Maşını kənara çəkin, qoy mexanik onu yoxlasın, dedim. Yağını dəyişin və diferensiyalı yoxlayın. Benzin tökün, sonra biraz yata bilərsiniz. Baş üstə. Villa boş idi. Rinaldi hospitalı ilə getmişdi. Mayor qərargah maşında tibbi heyətini aparmışdı. Pəncərədə mənim üçün məktub qoyulmuşdu və göstərilirdi ki, Vetsubelə yığılmış avadanlığı maşına yükləyərək və Pordenona'ya yola düşək. Mexaniklər yola düşmüşdülər. Mən qaraja qayıtdım. Mən villaya gedib qaydana kimi qalan 2 maşın da gəldi və şoferlər həyətdə durmuşdular. Yenə yağış çiləməyə başladı. Piyani, elə yatmaq istəyirəm ki, Plavadan gələndə yolda 3 dəfə yoxuladım, dedi. Nə edəcək, tenente? Yağı dəyişək, yağlayaq, benzin tökək. Baş qapıya sürək və bizim üçün qoyduqları şeyləri maşına yükləyək. Dərhal da çıxaq? Yox, 3 saat yataq. Lənət şeytana, yatmaq yaxşı şeydir, Bonello dedi. Yoxsa sükan arxasında yataram. Sizin maşın necədir, Aymo, soruşdum. Öz qaydasındadır. Dəri gödəkçəni verin, sizə kömək edim. Aymo, lazım deyil, tenente, dedi. Burada iş çox deyil.
Siz gedin şeylərinizi hazırlayın. Mənim bütün şeylərim hazırdır dedim. Gedim onların qoyduqları şeyləri çıxardım. Qurtaran kimi maşınları ora sürün. Onlar maşınları villanın baş qapısına sürdülər və biz vestibülə yığılmış hospital avadanlığını yüklədik. Çox keçmədən hər şey hazır oldu və avtomobillər yağış altında ağacların yanı ilə düzüldü. Biz evə girdik. Mətbəxdə od qalayın və qurudun dedim. Piani lazım deyil, qoy yaş olum dedi. Mən yatmaq istəyirəm. Bonello, mən mayorun çarpayısına uzanıram dedi. Mən qocanın yuxu gördüyü yerdə yatacağam. Harda olsa yataram, mənim üçün fərqi yoxdur, Piani dilləndi. Baxın, burada 2 çarpayı var. Mən qapını açdım. Mən bu otaqda heç olmamışam, Bonello söylədi. Bu qoca qurbağanın otağı idi, Piani dedi. İkiniz də burada uzanın dedim. Mən sizi oyadaram. Bonello, əgər siz yuxuya qalsanız, tenente, bizi Avstriyalılar oyadarlar dedi. Yuxuya qalmaram dedim. Ay Mohanı, mətbəxə getdi. Yıxılıb yatın dedim. Piani, mən uzanıram dedi. Mən bütün günü otura-otura yatmışam. Gözlərim lap kəlləmə çıxır. Bonello, çəkmələrini çıxart dedi. Bu qurbağanın çarpayısıdır. Tüpürüm qurbağaya da. Piani palçıqlı çəkmələrlə çarpaya uzandı, əllərini başının altına qoydu. Mən mətbəxə keçdim. Aymo plitanı yandırmışdı və üstünə bir qazan su qoymuşdu. Biraz spagetti hazırlamaq lazımdır dedi. Oyananda yemək istəyəcəyik. Bartolomeo, bəs siz yatmaq istəmirsiniz? O qədər də yox, su qaynayan kimi gedəcəyəm. O da özü sönər. Yaxşısı budur yatın dedim. Pendir ilə konserv də yemək olar. Bu cür yaxşıdır dedi. Bir nimçə isti xörək bu 2 anarxisti doydurar. Siz isə gedib yatın. Mayorun otağında yataq var. Elə orada da yatın. Yox, mən öz köhnə otağıma gedəcəyəm. Bartolomeo, içmək istəyirsiniz? Yola düşəndə tenente, indi onun mənə xeyri yoxdur. Əgər 3 saatdan sonra yansaz və görsəz ki, mən hələ yatıram, məni oyadın, yaxşı? Mənim saatım yoxdur. Mayorun otağında divar saatı var. Yaxşı. Mən yeməkxanada və vestibüldən keçdim və mərmər pilləkənlə Rinaldi ilə yanaşadığım otağa qalxdım. Yağış yağırdı. Pəncərəyə yanaşıb baxdım. Qaranlıqlaşan havada ağacların altında bir-birinin ardınca dayanmış 3 maşını seçdim. Ağaclardan su axırdı. Soyuq idi və damcılar budaqlardan asılı qalırdı. Mən Rinaldinin yatağına uzandım və yuxulamaq üçün əlləşmədim. Yola düşməzdən əvvəl biz mətbəxdə yedik. Ayma soğan ilə spagetti hazırlamışdı və nimçəyə ət konservi doğrayıb tökmüşdü. Biz stolun arxasına keçib villanın zirzəmisində ehtiyat üçün saxlanmış şərabdan 2 butulka içdik. Lap qaranlıq idi və yağış hələ də yağırdı. Piani stolun arxasında lap yoxulu idi. Bonello, geri çəkilmək mənə hücuma keçməkdən xoş gəlir dedi. Geri çəkiləndə biz Barbera içirik. Bunu biz indi içirik, sabah isə yağış su içəcəyik, Aymo söylədi. Sabah biz Udine'də olacağıq, biz şampan içəcəyik. Bütün tənbəllər orada yaşayır. Piani oyan, biz sabah Udine'də şampan içəcəyik. Mən yatmıram, Piani cavab verdi. O öz nimçəsinə spagetti və ət qoydu. Tomat sosu çatmır, Barto. Aymo, heç bir yerdə tapa bilmədim dedi. Biz Udine'də şampan içəcəyik, Bonello dilləndi. O öz stəkanını şəffaf qırmızı Barbera ilə doldurdu. Udine kimi başımıza bir əngəl gəlməsin, Piani dedi. Siz doydunuzmu, tenente? Aymo soruşdu. Bəli, Bartolomeo, butulkanı mənə verin. Aymo, aparmaq üçün məndə adam başına bir butulka da var, dedi. Siz heç yatmadınız? Mən çox yatmağı xoşlamıram. Biraz yatdım. Sabah biz kral yatağında yatacağıq, Bonello dilləndi. Onun keyfi çox kök idi. Sabah bəlkə zibil içində yatmalı olduq, Piani cavab verdi. Mən kraliçaya yatacağam, Bonello dedi. O dönərək zarafatdan necə münasibət bəslədiyimi görmək üçün baxdı. Piani yuxulu, sən zibillə yatacaqsan. Bu dövlət xəyanətidir, tenente. Bonello yenə dilləndi. Doğrudan bu dövlət xəyanəti deyil? Susun, dedim. Bir damcı şərab sizi çox özünüzdən çıxarıb. Yağış daha da bərkimişdi. Mən saata baxdım. Onun yarısı idi. Vaxtdır, tərpənək deyərək qalxdım. Siz kiminlə gedəcəksiniz, tenente? Bonello soruşdu. Aymo ilə, sonra siz, sonra Piani. Yol ilə Kormonsa gedəcəyik. Qorxuram ki, yuxulayım, Piani dedi. Yaxşı, mən sizinlə gedərəm. Bu hamısından yaxşıdır, Piani cavab verdi. Yoxsa mən lap yatıram. Maşını mən sürərəm, siz isə biraz yatarsınız. Yox, biləndə ki, yatsam, məni oyadacaq adam olacaq, sürərəm. Mən sizi oyadaram, Barto, işığı söndürün. Qoy yansın, Bonello dedi. Biz daha burada yaşayan deyilik. Mənim otaqda sandıqçam var, dedim. Piani, siz onu aparmaqda mənə kömək edərsiniz.
Piani bu saat götürərək dedi. Gedək Aldo. O Bonellerə çıxdı. Mən onların pilləkənlərlə necə qalxdıqlarını eşidirdim. Bu yaxşı şəhərdir. Bartolomeo Aymo dedi. O öz yol torbasına 2 butulka şərab və yarım baş pendir qoydu. Biz daha belə bir şəhər görməyəcəyik. Biz hara çəkilirik, tenente? Deyirlər ki, Taliamento'dan o tərəfə, hospital və qərargah Pordenondo'da olacaq. Pordenando bura yaxşıdır. Mən Pordenondo'da olmamışam, dedim. Mən ancaq onun yanından keçmişəm. Aymo, yaxşı şəhər deyil, söylədi. 28-ci fəsil. Biz Qorisiyadan çıxanda yağış yağırdı. Qaranlığa bürünmüş şəhər boş idi. Baş küçə ilə ancaq qoşun və top qalonları gedirdi. Bir də çoxlu yük maşını və araba var idi. Bunlar başqa küçələr ilə irəliləyirdilər və şosedə birləşirdi. Tapaqxananı ötərək biz şoseye çıxdıq. Burada qoşunlar yük maşınları, at qoşulmuş arabalar və toplar ağır-ağır hərəkət edir, geniş bir kolonna ilə gedirdi. Biz yağışın altında ağır-ağır lakin qətiyyətlə irəliləyirdik. Maşınımızdan radiatorun ağzına kimi yüklənmiş və üstünə yaş prezent çəkilmiş yük maşınlarının az qala lap dal bortuna söykəyirdik. Birdən yük maşını dayandı. Bütün kolonna da dayandı. Sonra yenə hərəkət etdi. Biz bir qədər getdik və yenə dayandıq. Mən maşından çıxdım, yük maşınlarının, arabaların arasından və atların islanmış başları altından keçərək irəli getdim. Yol haradasa qabaqda kəsilmişdi. Mən yoldan çıxıb arxın üstündəki taxta körpüdən keçdim və dərhal arxın o biri tərəfindən başlayan tarla ilə getdim. Yoldan uzaqlaşdıqca ağacların arasında yağış altında dayanmış kolonnanı görürdüm. Mən bir milə kimi getdim. Hərəkətsiz dayanmış nəqliyyatın arxasından qoşunların getdiyini görsəm də, kolonna öz yerində durmuşdu. Mən maşınların yanına qayıtdım. Ola bilərdi ki, yol lap Udine'nin yaxınlığında kəsilmişdi. Piani sükan arxasında yatmışdı. Mən də onun yanında oturub yatdım. Bir neçə saatdan sonra mən qabağımızdakı yük maşınının ötürücüsünün xırıltısını eşitdim. Piani oyatdım və biz yola düşdük. Biz gah bir neçə yard irəli gedir, gah dayanır, gah yenidən yerimizdən tərpənirdik. Yağış elə yağırdı. Gecə kolonna yenə dayandı və yerindən tərpənmədi. Mən maşından çıxdım və geriyə Bonello və Aymoya baş çəkməyə getdim. Bonello'nun maşınında onunla yanaşı texniki hissənin 2 serjantı oturmuşdu. Mən yaxınlaşında onlar özlərini düzəldərək fərağata durdular. Bonello onları hansısa körpünü təmir etmək üçün qoyublar, dedi. İndi onlar öz hissələrini tapa bilmirlər. Buna görə də onları aparmağa razı oldum. Əgər cənab leytenant icazə versə, icazə verirəm, dedim. Bonello, bizim leytenant Amerikalıdır, dedi. O kimi istəsən aparar. Serjantlardan biri gülümsündü. O birisi Bonello'dan soruşdu ki, mən Şimali Amerikalı İtalyanam, yoxsa Cənubi Amerikalı. O İtalyan deyil, Şimali Amerikalı İngilisdir. Serjantlar nəzakətlə qulaq asdılar, amma inanmadılar. Mən onları qoyub Aymonun yanına getdim. Onunla yanaşı maşında 2 qız əyləşmişdi və o küncə sıxılaraq siqaret çəkirdi. Barto, dedim, o güldü. Onlarla danışın, tenente, dedi. Mən onları başa düşmürəm. O əlini qızlardan birinin budunun üstünə qoydu və gülə-gülə sıxdı. Qız şala daha bərk bürünərək onun əlini itələdi. Aymo, dedi. Tenente ilə danışın, deyin, görək adınız nədir və burada nə eləyirsiniz? Qız acıqla mənə baxdı. İkinci qız başını aşağı salaraq oturmuşdu. Mənə baxan qız yerli şivədə nəsə dedi. Amma mən bir sözlə başa düşmədim. O qarayanız idi, görkəmindən 16 yaş vermək olardı. Sorella, bacındır, ikinci qızı göstərərək soruşdum. O başı ilə təsdiq edərək gülümsüdü. Belə, deyərək əlimi onun dizinə qoydum. Mən ona toxunarkən onun necə büzüşdüyünü hiss etdim. Bacısı əvvəlki kimi başını qaldırmırdı. Ona bir yaş az vermək olardı. Aymo yenə əlini böyük bacının buduna qoydu və onun əlini itələdi. Aymo güldü. Yaxşı adam, o özünü göstərdi. Yaxşı adam, o məni göstərdi. Qorxmaq lazım deyil. Qız acıqla ona baxırdı. Onlar 2 vəhşi quşa oxşayırdılar. Əgər onun xoşuna gəlmirəmsə, niyə mənimlə gedir? Aymo soruşdu. Mən onlara işarə edən kimi dərhal gəlib maşına mindilər. O qıza tərəf çevrildi. Qorxma, dedi. Heç kəs səni o kobud söz işlətdi. Burada yer yoxdur. Mən gördüm ki, o sözü başa düşdü, amma daha heç bir söz anlamadı. Qızın ona baxan gözlərində vahimə var idi. Qız öz şalına daha bərk büründü. Maşınlar doludur, Aymo dedi. Heç kəs səni burada yer yoxdur. Hər dəfə o bu sözü işlədəndə qız büzüşürdü. Sonra lap büzüşərək və yenə ona baxa-baxa ağladı. Mən onun dodaqlarının necə əsdiyini və göz yaşlarının yumru yanaqlarına necə
axdığını gördüm. Bacısı başını qaldırmadan onun əlindən tutdu və onlar beləcə yanaşı oturdular. Əvvəlcə çox acıqlı olan böyük bacı indi bərkdən hıçqırırdı. Aymo, görünür qorxdu dedi. Mən heç onu qorxutmaq istəmirdim. O öz torbasını çıxartdı və 2 parça pendir kəsdi. Al, bu sənin, dedi. Ağlama. Böyük bacı başını yırğaladı və ağlamaqda davam etdi. Lakin kiçiyi pendir aldı və yeməyə başladı. Biraz keçmiş kiçiyi pendirin o biri parçasını bacısına verdi və onların hər ikisi dinməzcə yedi. Böyük bacı yenə hərdən hıçqırırdı. Aymo, eybi yoxdur, indicə sakitləşər, dedi. Onun ağlına bir fikir gəldi. Qızsan? O yanında oturandan soruşdu. Qız başı ilə səylə təsdiq etdi. O da qızdır. Aymo bacısını göstərdi. Hər ikisi başı ilə təsdiq etdi. Böyüyü isə yerli şivədə nəsə dedi. Bartolomeo, hə, yaxşı, dedi. Yaxşı. Hər ikisi elə bir qədər ürəkləndi. Mən onları küncə çəkilib oturmuş Aymo ilə maşında qoydum və pianinin yanına qayıtdım. Nəqliyyat kolonnası hərəkətsiz dayanmışdı, ancaq qoşunlar fasiləsiz onun yanından keçib gedirdi. Yağış elə yağırdı və mən düşündüm ki, kolonnanın hərəkəti bəzən ona görə dayanır ki, maşınların məftilləri islanır. Çox vaxt isə daha doğrusu atların və adamların ayaq üstə yatması üzündən olur. Lakin axı yolların bu cür tutulması şəhərlərdə də olur, amma orada heç kəs ayaq üstə yatmır. Bütün məsələ ondadır ki, burada avtomobil nəqliyyatı və at araba bir yerdədir. Belə işin xeyri azdır. Ümumiyyətlə, kəndli arabalarının xeyri azdır. Bartonun yanındakılar qəşəng qızlardır. Geri çəkilən ordu məsum qızların yeri deyil. 2 məsum qız. Yəqin ki, hələ dindardırlar. Müharibə olmasa da, yəqin ki, indi hamımız yataqda uzanmışdıq. Yəni öz yatağıma uzanıram. Ketrin indi yatağındadır. Onun 2 döşək ağrısı var. Biri altında, biri də üstündə. O indi hansı yan üstü yatır? Bəlkə heç yatmır. Bəlkə bu saat uzanıb məni düşünür. Əs, ey qərb küləyi, əs. Budur, o əsdi. Özü də xırda yağışla yox, dolu buluddan güclü yağış tökməyə başladı. Bütün gecə yağış yağır. Sən bilirdin ki, dolu buluddan bütün gecəni yağış yağacaq. Gör necə yağır. Onda mənim sevgilim mənimlə burada bir yataqda olardı. Onda mənim sevgilim Ketrin. Onda mənim sevgilimi külək gətirərdi. Ey külək, gətir mənə mənim Ketrinimi. Neyləyək? Budur, biz ilişmişik. Dünyada hamı ilişir və xırda yağış alovu söndürə bilməz. Gecən xeyrə qalsın, Ketrin. Ucadan dilləndim. Yaxşı yat. Əgər sənin üçün çox narahatdırsa, əzizim, o biri yanı üstə çevril, dedim. Mən sənə soyuq su gətirərəm. Birazdan səhər olacaq və halın yaxşılaşacaq. Qanım qaralır ki, onun üzündən narahat olursan. Çalış yatasan, mənim sevimlim. O dedi ki, mən həmişə yatıram. Sən yuxuda danışırdın. Keyfin yoxdur. Sən doğrudan da buradasan? Əlbəttə buradayam və heç yana getməyəcəyəm. Bütün bunların səninlə mənim üçün əhəmiyyəti yoxdur. Sən nə qədər də gözəl və sevimlisən. Sən gecə mənim yanımdan getməyəcəksən ki. Əlbəttə getməyəcəyəm. Mən həmişə buradayam. Nə vaxt çağırsan, mən sənin yanındayam. Vay səni, piyano dedi. Getdik. Mən mürgüləyirdim, dedim. Mən saatıma baxdım. Səhər saat 3 idi. Barbera butulkasını götürmək üçün mən oturacağın üstündən geri qandırıldım. Piani, siz yuxuda danışırdınız, dedi. Mən ingiliscə yuxuyu görürdüm, dedim. Yağış bir qədər yavaşımışdı və biz irəli hərəkət etdik. Sübh açılmamışdan biz yenə dayandıq və lap işıqlaşanda belə məlum oldu ki, biz biraz hündür olan yerdə durmuşuq. Buradan mən geri çəkilən qoşunların xeyli uzanan yolunu, hərəkətsiz dayanan nəqliyyatın dolduğu şoseni və onun arasından keçib gedən piyadaları gördüm. Biz yenə hərəkət etdik. Yalnız gündüz işığında aydın olurdu ki, biz hansı sürətlə gedirik. Və bu vaxt mən başa düşdüm ki, əgər biz ümumiyyətlə Udineyə çatmaq istəyiriksə, şose yolundan çıxıb kəsə getməliyik. Gecə kəndarası yollardan kolonnaya çoxlu kəndli qoşulmuşdu və indi kolonnaya ilə ev şeyləri yüklənmiş arabalar gedirdi. Döşəklərin arasından aynalar görünürdü. Arabaların arxa tərəfinə toyuq və ördəklər bağlanmışdı. Bizdən qabaqda gedən arabada tikiş maşını yağışın altında qalmışdı. Hər kəsin nə qiymətli şey vardısa onu xilas edirdi. Bəzi arabalarda əyləşən qadınlar yağışdan qorunmaq üçün bərk-bərk bürünmüşdülər. Bəzi qadınlar isə arabaların yanı ilə addımlayaraq uzaq düşməməyə çalışırdılar. Kolonnada indi itlər də vardı və bunlar arabaların altına girib gizlənərək yürürdülər.
Şose palçıq içində idi. Arxlar ağzına kimi su ilə dolmuşdu və şosenin kənarında cərgələnmiş ağacların arxasındakı tarlalar isə o qədər də sulu və palçıqlı görünürdü ki, kəsə vurub keçməyə adam ürək eləmirdi. Mən maşından çıxıb biraz qabağa getdim, ətrafa baxdım və kəndarası yola dönmək üçün münasib yer axtardım. Kəndarası yollar çox idi, ancaq mən heç bir yana aparıb çıxarmayan yola düşməkdən ehtiyat edirdim. Mən maşında şose ilə gedərkən bu yolları çox görmüşdüm, lakin biri də yadımda qalmamışdı. Çünki maşın sürətlə gedirdi və yollar bir-birinə çox oxşayırdı. Ancaq bilirdim ki, mənzil başına gedib çıxmağımız yolu düzgün seçməkdən asılı olacaqdır. İndi Avstriyalılar harada olması və işlərin necə getməsi məlum deyildi. Lakin mən əmindim ki, əgər yağış kəssə və kolonnanın üstündən təyyarələr görünsə, hər şey məhv olub gedəcək. Əgər bir neçə maşın şofersiz qalsa və ya bir neçə at düşüb ölsə, yolda hərəkət tamam dayanacaqdı. İndi yağış o qədər də bərk yağmırdı və buna görə mən fikirləşdim ki, hava bəlkə tezliklə açıldı. Mən bir qədər də irəli getdim. Hər iki tərəfinə koldan sıx çəpər əkilmiş ensiz yola çıxdım. Tarlaların arasından keçən bu yola şimal gedirdi. Qət etdim ki, elə bu yol ilə gedək və tez maşınların yanına qayıtdım. Hardan dönməyi Pianiyə dedim və Aymo və Bonellonu xəbərdar etməyə getdim. Əgər bu yol bizi bir tərəfə çıxartmasa, biz qayıdarıq və yenə kolonnaya qoşularıq dedim. Bəs bunları nə eləyim? Bonello soruşdu. Onun serjantları yenə onunla yanaşı oturmuşdular. Onların üzünü tük basmışdı. Buna baxmayaraq bu səhər vaxtda hərbiçi kimi görünürdülər. Əgər maşınları itələmək lazım gəlsə, işə yarayarlar, dedim. Mən Aymonun yanına getdim və dedim ki, kəsə getməyə cəhd edəcəyik. Bəs mən nə eləyim bu qız balalarla? Aymo soruşdu. Hər iki qız yatırdı. Onlardan bir xeyir olmaz dedim. Yaxşısı budur, maşını itələmək üçün özünüzə köməkçi götürəsiz. Onlar kuzova keçə bilərlər, Aymo dedi. Kuzovda yer var. Özünüz bilin, istəyirsinizsə qoy getsinlər dedim. Amma kömək üçün bir enli kürək adam tapın. Barselyera deyərək Aymo gülümsündü. Ən enli kürək Barselyeralarda olur. Kürəkləri onlarınki ilə müqayisə edirlər. Özünüzü necə hiss edirsiniz, tenente? Lap gözəl, bəs siz? Lap gözəl, amma bəlkə acımışam. Bu yol ilə bir tərəfə çıxsaq, onda dayanıb yeyərik. Ayağınız necədir, tenente? Lap yaxşıdır, dedim. Ayaqaltıda duraraq və irəli baxaraq gördüm ki, Piani'nin maşını kolonnadan ayrıldı və dar kəndarası yolda buruldu. Sonra maşın çəpərin çılpaq budaqlar arasında arabir gözə çarpdı. Bonello onun ardınca döndərdi. Sonra isə Aymo da onun arxasınca getdi və biz hər iki tərəfinə çəpər çəkilmiş dar kəndarası yol ilə qabaqdakı iki maşının ardınca irəli sürdük. Yol fermaya gedib çıxırdı. Biz Pianini'nin və Bonello'nun maşınlarının fermanın həyətində gəlib çatdıq. Ev alçaq və uzun idi. Qapısının üstünə meynədən talvar çəkilmişdi. Həyətdə quyuq vardı. Radiatorunu doldurmaq üçün Piani su çəkirdi. Kiçik sürətlə çox yol gəldiyindən suyun hamısı qaynayıb çəkilmişdi. Fermanın tərk edib getmişdilər. Mən yola baxdım. Ferma balaca təpənin üstündə idi və oradan ətraf aydın görünürdü. Və biz yolu çəpərləri, tarlaları, qoşunların geri çəkildiyi şose boyunca əkilmiş ağac cərgələrini gördük. Serjantlar evi gəzdilər. Qızlar oyanmışlar. Evə, quyuya, evin qarşısındakı iki böyük sanitar avtomobilinə və quyunun başında dayanmış 3 şoferə baxırdılar. Serjantlardan biri əlində divar saatı evdən çıxdı. Aparın yerinə qoyun dedim. O mənə baxdı, evə girdi və saatsız qayıtdı. Sizin yoldaşınız anı soruşdum. Ayaq yoluna gedib, o maşının oturacağına qalxdı. O qorxurdu ki, onu özümüzlə götürməyək. Tenente, yemək işini nə eləyək? Bonello soruşdu. Bəlkə bir şey yeyək? Çox vaxt aparmaz. Siz necə bilirsiniz, o tərəfə gedən yol bizi bir tərəfə aparıb çıxaracaqmı? Aydındır ki, çıxaracaq. Yaxşı, gəlin yeyək. Piani ilə Bonello evə girdilər. Gedək, Aymo qızları müraciət etdi. O əlini uzatdı ki, düşmək üçün onlara kömək etsin. Bacılardan böyüyü başını yırğaladı. Onlar tərk edilmiş boş evə girməzlər. Onlar bizim arxamızca baxırdılar. Aymo, tərsdirlər dedi. Biz birlikdə evə girdik. Ora qaranlıq və geniş idi. Tərk olunduğu hiss edilirdi. Bonello və Piani mətbəxdə idilər. Burada yemək elə bir şey yoxdur dedi. Tərtəmiz yığışdırıb aparıblar. Bonello mətbəx stolunu iri ağ pendir kəsirdi. Pendir hardandır?
Piano üzü hörülmüş butulkanı taxta qapağını çıxardı. O şişəni əyərək mis parça doldurdu. Qoxusu pis deyil, söylədi. Barto, gör bir qap tapa bilərsən? Hər iki serjant içəri girdi. Serjantlar, pendir götürün, Bonello təklif etdi. Serjantlardan biri pendiri çeynəyərək üstündən şərab içə-içə getmək lazımdır, dedi. Gedərik, narahat olmayın, Bonello dedi. Ordunun qarnı onun ayaqlarıdır, dedim. Nə? Serjant soruşdu. Piani, yemək lazımdır. Bəli, ancaq vaxt qiymətlidir. Yəqin ki, qancıq uşağı doyub, Piani dedi. Serjantlar ona baxdılar. Onlar bizim hamımızı nifrət edirdilər. Siz yolu tanıyırsınız, onlardan biri məndən soruşdu. Yox, dedim. Onlar bir-birinə baxdılar. Yaxşı olardı ki, elə bu saat yola düşəydik. Birincisi dedi. Elə bu saatda yola düşəcəyik, dedim. Mən bir fincan da qırmızı şərabdan içdim, pendir və almadan, sonra şərab adama çox dadlı gəlirdi. Pendiri götürün, dedim və çıxdım. Bonello böyük bir şərab dolu şüşə ilə ardımca gəldi. Bu çox böyükdür, dedim. Mən təəssüflə şəraba baxdım. O, elədir, dedi. Mətrələri mənə verin. O mətrələri doldurdu və daş döşəməyə biraz şərab töküldü. Sonra şüşəni qaldırdı və lap qapının ağzına qoydu. Şərab axtarmaq üçün ofisiallar daha qapını sındırmalı olmayacaqlar, dedi. Getmək lazımdır, dedim. Mən piano ilə qabaqda gedəcəyəm. Serjantların hər ikisi artıq Bonello'nun yanında əyləşmişdi. Qızlar alma və pendir yeyirdilər. Ayma siqaret çəkirdi. Biz ensiz yol ilə sürüb getdik. Mən dönüb geridəki 2 maşına və fermer evinə baxdım. Bu yaxşı və möhkəm alçaq ev idi. Quyunun ətrafında da qəşəng dəmir məhəccər çəkilmişdi. Qabaqdakı yol ensiz və palçıqlı idi. Onun ətrafı ilə hündür çəpər uzanırdı. Arxada bir-birinin ardınca maşınlarımız gəlirdi. 29-cu fəsil. Günorta biz bataqlı yolda batıb qaldıq. Bizim hesabımıza görə buradan Udine 10 kilometrə qədər olardı. Yağış hələ səhər kəsilmişdi və 3 dəfə təyyarələrin yaxınlaşdığını eşitdik. Bizim üstümüzdən necə ötüb keçdiklərini gördük, xeyli sola doğru necə istiqamət götürdüklərini izlədik və əsas şosedə bombardımanın gürültüsünü eşitdik. Biz kənd yollarının arasından çaşıb qalmışdıq və dəfələrlə gəlib sonu qurtaran yollara çıxırdıq. Lakin həmişə geri qayıdır, o biri yolları tapır və Udine yaxınlaşırdıq. Lakin Aymanın maşını sona qurtaran yoldan çıxmaq üçün geri verəndə yolun kənarındakı yumuşaq torpağa batıb qaldı. Çarxları fırlandıqca daha dərinə batdı. O qədər batdı ki, axırda diferensiyalı torpağa dirəndi. İndi çarxın altını qabaqdan qazmaq və çubuq düzmək lazım idi ki, zəncirlər işləyə bilsin və sonra da maşını yola çıxana kimi arxadan itələmək lazım idi. Biz hamımız yola maşının başına toplaşmışdıq. Serjantların hər ikisi maşına yaxınlaşdı və təkərlərə baxdı. Sonra onlar heç bir söz demədən döndülər və yol ilə getdilər. Mən onların ardınca getdim. Ey, bura baxın, dedim. Biraz çubuq sındırın. Onlardan biri biz getməliyik, dedi. Hə, tez olun, dedim. Çubuq sındırın. Biz getməliyik, onlardan biri yenə dilləndi. O biri heç bir şey demirdi. Onlar getməyə tələsirdilər, onlar mənə baxmırdılar. Mən sizə əmr edirəm ki, maşının yanına qayıdın və çubuq sındırın, dedim. Birinci serjant döndü. Biz getməliyik. Bir saatdan sonra sizin yolunuz kəsiləcək. Sizin bizə əmr etməyə ixtiyarınız yoxdur. Siz bizim rəisimiz deyilsiniz. Mən sizə əmr edirəm ki, çubuq sındırın, dedim. Onlar dönüb yol ilə getdilər. Dayan, dedim. Onlar hər iki tərəfindən çəpər çəkilmiş, bataqlı yol ilə getməkdə davam edirdilər. Dayan deyirəm, çığırdım. Onlar addımlarını yeyinlətdilər. Mən qoburu açdım, tapancanı çıxartdım. Çox danışanı nişan aldım və tətiyi bastım. Vura bilmədim və hər ikisi qaçmağa üz qoydu. Mən 3 dəfə də atdım və onlardan biri yıxıldı. O biri çəpərin arasından keçdi və gözdən itdi. O tarla ilə qaçarkən çəpərin arasından onu nişan aldım, attım. Tapanca açılmadı və mən yeni daraq ilə tapancanı doldurdum. Gördüm ki, ikinci serjant o qədər uzaqdadır ki, ona atmağın mənası yoxdur. O tarlanın o biri başındaydı və başını əyərək qaçırdı. Mən boş darağı doldurdum. Bonello yaxınlaşdı. Qoyun, mən onun axırına çıxım, dedi. Mən tapancanı ona verdim və o mühəndis hissəsi serjantın üzü üstə yolun köndələrinə düşdüyü yerə getdi. Bonello əyildi, tapancanın lüləsini onun başına dirədi və tətiyi çəkdi. Atəş açılmadı. Çaxmağı geri çəkmək lazımdı, dedim. O çaxmağı geri çəkdi və 2 dəfə atdı. O serjantın ayağından yapışdı və onu yolun kənarına çəkdi. İndi o lap çəpərin dibində qalmışdı. O qayıtdı və tapancanı mənə verdi. Əclaf, dedi. O serjanta baxırdı.
Tenente, onu necə vurduğumu gördünüz? Tez çubuq sındırmaq lazımdır dedim. Bəs o birini necə vura bilmədin? Aymo, ehtimal ki yox dedi. Bu qədər uzaqdan tapanca ilə vurmaq olmaz. Heyvan, Piyani dedi. Biz çubuq və budaq sındırdıq. Maşının bütün yükünü boşaltdıq. Bonello təkərlərin qabağını qazıdı. Hər şey hazır olanda Aymo motoru işə saldı və ötürücünü qoşdu. Təkərlər palçıq və çubuqları yan-yörəyə ata-ata yerində fırlanmağa başladı. Bonello və mən o yanaqlarımız xırçıldayan kimi var qüvvəmizi itələdik. Maşın yerindən tərpənmirdi. Barto, yırğalayın onu, dedim. O maşını əvvəlcə geriyə, sonra irəliyə verdi. Təkərlər daha da dərinə batdı. Sonra maşının diferensialı yenə yerə yatdı və təkərlərin açdığı çuxurlarda çarxlar sərbəst fırlandı. Mən qəddimi düzəltdim. Kəndirlə yoxlayaq dedim. Elə bilirəm ki, bir şey çıxmaz, Tenente. Burada bir cərgiyə dayanmaq olmaz. Yoxlamaq lazım dedim. Yoxsa onu çıxarda bilmərik. Piyani və Bonello'nun maşınları ancaq ensiz yol uzunu bir sırada dayana bilərdi. Biz bir maşını o biri ilə bağlayıb dartmağa başladıq. Təkərlər ancaq öz yerində hərlənirdi. Heç bir şey çıxmır, çığırdım. Bəsdir. Piyani və Bonello maşınlardan çıxıb yanımıza gəldilər. Aymo maşından düşdü. Qızlar bizim 20 yardlığımızda daşın üstüne oturmuşdular. Nə eləyə, Tenente? Bonello soruşdu. Bir də çubuqlarla sınayaq dedim. Mən yola baxırdım. Təqsir məndə idi. Onları bura mən gətirib çıxarmışdım. Günəş buludların arasından lap çıxdı. Serjantın meyti çəpərin yanında qalmışdı. Onun frençini və plaşını döşəyək dedim. Bonello bunların ardınca getdi. Mən çubuq sındırdım. Piyano ilə Aymo isə qabağı və təkərlərin arasını qazıyırdılar. Mən plaşı kəsdim, sonra bölüb təkərlərin altına palçığın üstünə döşədim. Üstündən də çubuq tökdüm. Biz hazırlaşdıq. Aymo oturacağa qalxdı və motoru işə saldı. Təkərlər fırlanırdı. Biz var gücümüz itələyirdik. Ancaq hamısı nahaq idi. Onu belə dedim. Barto, burada sizə lazım olan bir şey varmı? Aymo özü ilə pendir, 2 butulka şərab və plaş götürüb maşına. Bonello'nun yanına çıxdı. Bonello sükan arxasında oturub serjantın frençini ciblərinə baxırdı. Tulla bu frençi dedim. Bəs Barto'nun qız balaları necə olsun? Qoy kuzova çıxsınlar. Piyani dedi. Çətin ki uzağa gedə bilək. Maşının dal qapısını açdım. Hə, dedim. Əyləşin. Qızların ikisi də içəri girdi və küncdə əyləşdi. Elə bil onlar heç atəş səsi eşitməmişdilər. Mən geri baxdım. Serjant palçığa bulaşmış uzun qollu toxuma isti köynəkdə yola sərilmişdi. Mən Piyani ilə yanaşı oturdum və biz yola düşdük. Biz çöl ilə keçib getmək istəyirdik. Maşınlar yoldan burulanda mən endim və qabaqda getdim. Əgər biz çöldən vurub keçə bilsəydik, yola çıxardıq. Keçmək mümkün olmadı. Torpaq çox yumuşaq və bataqlı idi. Maşınlar lap batandan sonra və heç bir ümid olmayanda biz onları çölün ortasında atdıq və Udineyə piyada yollandıq. Biz geriyə, əsas şosaya gedəndə yola çıxanda mən yolu qızlara göstərdim. Oraya gedin dedim. Orada adamlar var. Onlar mənə baxırdılar. Mən pul qabımı çıxartdım və hərəsinə 10 lira verdim. Oraya gedin deyərək barmağımla göstərdim. Orada dostlar var, doğma adamlar. Onlar başa düşmədilər, ancaq pulların əllərində bərk-bərk tutaraq yol ilə getdilər. Onlar geri dönüb baxırlar, elə bir qorxurdular ki, pulu onlardan alacağam. Mən onların şala bərk-bərk bürünərək yol ilə necə getdiklərinə və bizə tərəf qorxu ilə boylandıqlarına baxırdım. Şoferlərin üçü də gülürdü. Tenente, əgər mən o tərəfə getsəm, nə qədər verərsiniz? Bonello soruşdu. Əgər ələ keçsələr, qoy heç olmasa tək yox, cəmaatın arasında olsunlar dedim. Bonello, mənə 200 lira verin, mən geriyə birbaş Avstriyaya gedim, dedi. Orada pulları səndən alarlar, Piyani dilləndi. Aymo, bəlkə müharibə qurtardı, dedi. Biz yol ilə bacardıqca sürətlə gedirdik. Günəş buludların arasından görünürdü. Yol boyu tut ağaclar əkilmişdi. Ağacların arasından çölün ortasında qalmış və mebel furqonlarına oxşayan maşınlarımızı görürdüm. Piyani də dönüb arxaya baxdı. Onları oradan çıxarmaq üçün yol çəkmək lazım gələcək, dedi. Bonello, zəhrimar, əgər bizim velosipedimiz olsaydı, dedi. Amerikada velosipeddə gedirlərmi? Aymo soruşdu. Əvvəllər gedirdilər. Yaxşı şeydir, Aymo dedi. Velosiped əntiqə şeydir. Zəhrimar, əgər bizim velosipedimiz olsaydı, Bonello təkrar etdi. Mən pis yolçuyam. Bu nədir, atırlar? Soruşdum. Mənə elə gəldi ki, uzaqlardan atışma səsi eşidirəm. Bilmirəm, Aymo cavab verdi. O qulaq verdi. Deyəsən atırlar, dedim. Hamısından əvvəl biz süvariləri görəcəyik, Piyani söylədi. Məncə onların süvariləri yoxdur. Bonello, lənət şeytana daha yaxşı, dedi.
Mən heç arzu etmirəm ki, əclaf süvarilərdən biri məni nicəsinə keçirsin. Piani, Tenente, siz o serjantı yaman vurdunuz ha, dedi. Biz tez-tez gedirdik. Bonello, onu mən güllələdim, dedi. Mən bu müharibədə hələ heç kəsi vurmamışdım və bütün ömrüm boyu arzu edirdim ki, bir serjant vurum. Tardakı toyuğu vurmusan, Piani dilləndi. Sən onu vuranda o qədər də bərk uçmurdu. Fərqi yoxdur, mən indi həmişə bunu xatırlayacağam. Mən o əclafı, serjantı öldürmüşəm. Bəs ibadət vaxtı nə deyəcəksən? Ayma soruşdu. Belə deyəcəyəm, müqəddəs ata, mənə xeyir dua verin, mən serjant öldürmüşəm. Hər üçü güldü. O anarxistdir, Piani söylədi. O kilsəyə getmir. Bonello, Piani də anarxistdir, dedi. Siz həqiqətən anarxistsiniz, soruşdum. Yox, Tenente, biz sosialistik. Biz hamımız İmoladanıq. Siz heç orada olmamısınız? Xeyr, heyf, gözəl yerdir, Tenente. Müharibədən sonra ora bizim yanımıza gəlin. Orada gəzməli yerlər var. Və orada hamı sosialistdir. Hamı bir nəfər kimi. Yaxşı şəhərdir. Bəs necə? Siz hələ beləsini görməmisiniz. Biz hamı sosialistik. Orada hamı bir nəfər kimi sosialistdir. Biz həmişə sosialist olmuşuq. Gəlin, Tenente, biz sizi də sosialist edərik. İrəlidə yol sola burulurdu və daş hasarla əhatə olunmuş meyvə bağının yanından alçaq təpəyə qalxırdı. Yol yoxuşa qalxanda onlar sustular. Biz dördümüz də bir cərgədə gedirdik. Çalışırdıq ki, geri qalmayaq.